Hər kəs salam, dəyərli izləyicilər. Bu günlərim mənim podkastımın növbəti epizodundasınız. Bu günlərim qonağım Zaur Qasımov, kiber təhlükəsizlik üzrə ekspertdir və Milli Səkin təsisçisidir. Salam Zaur, necəsən? Sağ ol, Xoş gəlmisən. xoş gəldik. Çox sağ ol ki, təklifimi qəbul etdin və gəldin. Xoşdur mənim üçün. İstəyirsənsə bir dənə əvvəl auditoriyaya özünü qısa təqdim elə ki, hamı tanısın. Adım Zaur Qasımovdur. Özüm Milli şirkətinin rəhbəriyəm. Bundan əlavə olaraq Invicta şirkətinin həm təsisçi və texniki direktoruyam. Əlavə olaraq da Carfy şirkətinin eyni şəkildə həm təsisçi və texniki direktoruyam. Hal-hazırda üzərində işlədiyim müxtəlif layihələr var. Kiber təhlükəsizlik və süni intellektlə bağlı. Bunlardan biri də Detek layihəsidir. Orada da eyni şəkildə həm texniki rəhbərliyi, həm də ki, ümumi strateji məsələləri mən həll eləyirəm. Özüm haqqında bu qədər. Məncə ən əvvəlcədən başlayaq. Sən Oğuz rayonunda anadan olmusan və ondan sonra Azərbaycan Neft Sənaye Universitetinə qəbul olmusan və orada kiber təhlükəsizliklə ondan sonra da davam eləmisən. Mənə elə gəlir ki, sırf o doğulduğun vaxtın o gördüyün çətinliklərdən və hardan hara gəldiyin haqqında auditoriyaya danışmaq çox vacibdir. Bəli, mən Oğuz rayonunda anadan olmuşam. Oğuz rayonunun kəndində anadan olmuşam. Ailəm, belə deyək də, əsasən ailəm və nəslimiz əsasən müəllim nəsli olubdur. Yəni xalalarım, anamın özü rus dili müəllimi olubdur və hamısı da oxumuş insanlar olubdular. Yəni təhsilə önəm verən insanlar olubdular. Ona görə bizim təhsilimizə də həmişə önəm veriblər. İstəyiblər ki, biz də yaxşı oxuyaq, savadlı olaq, həmişə uşaqlardan da fərqlənək. Oğuz rayonunda özündə olmamışam, kəndində olmuşam. Ona görə də əlbəttə ki, indi bilənlər bilir. Yəni biraz kənddə yaşayanda texnologiyadan uzaq olursan, əsasən kənd həyatı olur. Yəni klassik kənd həyatı və kənddə böyüyən bir uşaq olmuşam. Sadəcə həmişə texnologiyaya, kompüterə marağım olub. Anam da özü müəyyən məktəbdə işlər əsasən kompüterlə də olduğuna görə o da bizə müəyyən qədər kompüteri öyrədirdi və mənim ilk kompüterim 2013-cü ildə olub və 2013-cü ildə əlbəttə ki, mən texnologiya, kiber təhlükəsizlik və s. belə şeylərə biraz hələ ki uzaq idim və ona görə kiber təhlükəsizliklə maraqlanmırdım. Yadıma gəlir, yəni bir gün uzanmışdım, bir də gördüm içəri kompüter gəldi. Notebook gəldi. Fujitsu'nun 4 ramlı bir kompüteri var idi. Mənim misal üçün ilk kompüterim o olub. Kənddə ilk kompüterlərdən biri olubmu deyə bilmərik. Çünki başqa adamlarda da var idi. Hətta mənim qohumlarımda da kompüter var idi. Mən də ona görə istəyirdim. Amma kompüter istəməyimin əsas səbəbi oyun oynamaq idi əlbəttə ki. Çünki maraqlımı çəkən fərqli oyunlar var idi. Onları oynamaq istəyirdim. Ona görə ilk müddətlərdə ancaq kompüterlə oyun oynayırdım mən. Fərqli oyunlar yükləyirdim, crack oyunlar yükləyirdim, onları oynamağa çalışırdım, amma zaman-zaman artıq biraz da adam inkişaf elədikcə, biraz da təhsilə önəm verdikcə, məsəl üçün mənim ailəmin həmişə istədiyi şey idi ki, mən yüksək balla yaxşı yerlərdə, yaxşı universitetlərə qəbul olum. Məsəl üçün hədəfimiz o idi ki, Bakı Ali Neft Məktəbinə qəbul olum mən və 600-dən çox bal yığım. Kəndin fəxri olum, məktəbin fəxri olum, həm Oğuz rayonunda yaxşı yoldaşlardan biri olum. Mən də əslində onu istəyirdim, çünki ailəm belə deyək də ümidlərini, çünki onlar bilirdi mənim üstlərimdə çox əziyyət çəkirlər və istəyirdilər ki, yaxşı olum, təhsilim ən azından yaxşı olsun və fərqli uşaqlardan olum. Ona görə mən də onu istəyirdim, amma elə oldu ki, biraz da diqqətsizlik elədim. Mən 600 bal çıxa bilmədim, 600 yığa bilmədim, 570 bal yığdım. 600 yığma potensialım var idi, sınaqlarda da yığırdım, amma yəni dediyim kimi diqqətsizlik məni biraz da gəldi. Elə oldu ki, mən Bakı Ali Neft Məktəbinə qəbul olmadım, amma yaxşı ki də qəbul olmamışam. Çünki indi bu gün baxanda əslində heç də istəməzdim Bakı Ali Neft Məktəbinə və yaxud da hər hansısa bir sərt bir universitetə. Uşaqların belə deyək də, oradakı tələbələrin çox təhsilə önəm verməli olduğu, oxumaq üçün çox əziyyət çəkməli olduğu hər hansısa bir universitetə qəbul olum. Hardasa 15-16 yaşından artıq mən başlamışdım biraz hackingə maraq salmağa, kiber təhlükəsizliyə maraq salmağa, orada olan prosesləri öyrənməyə ki, orada necə olur. Bunu da necə edirdim? Birinci dəfə mən belə deyək də sosial medianın içində idim və sosial medianın böyük güc olduğunu əvvəlcədən anlamışdım və mən bilirdim, hətta evdə də deyirdim ki, bəzən mən YouTuber olacağam. Çünki YouTube'un gücünü görə bilirdim. Bu arada bir şey deyim, Zavrun 24 yaşı var. Yəni ki, ona görə təxminən bilinsin ki, hansı radiusdadır. Bu arada bunu heç kim bilmirdi. Yəni siz də açıqladınız. Okeydir, yəni problem deyil. Nə deyirdim? Mən YouTuber olmaq istəyirdim. Çünki YouTube'dan əsas məsələ bu idi. Mənim həmişə bir məqsədim olubdu ki, yaxşı pul qazanım və həm özümü yaxşı bir vəziyyətə gəlim, həm də deyim ki, ailəm artıq rahat olsun, hər hansı bir pul dərdi olmasın, anam çox işləməsin, nə bilim, atam çox işləməsin və s. Yəni mən istəyirəm ki, onlar üçün rahat bir həyat olsun. Bunun üçün də çalışmışam həmzə. Mən ona görə görürdüm ki, YouTube'dan olan insanlar, yəni belə deyək də, o vaxtın uşaq beyində YouTube'da olan insanlar çox qazanır. Mən də bəlkə YouTuber olum. Sadəcə indi kənd mühitində yaşayan bir insan necə deyə bilər ki, mən YouTuber olum və YouTube'a nə çəkəcəm? Yəni kənddə xüsusi bir şeylər yoxdur da və biraz da o
necə deyirlər, bizim insanlarda həmişə olaraq el qınarıq. Ki, qohum qardaş nə deyəcək? Bu nə də, yəni kamera Nəylə abi məşğul düşürdü, başlayıb olursan, hə. ağlına gələnlər eləyir, getsin özünə sənət tapsın deyə. Bu işlərdən məşğul olmurdum, amma başqa şeydən baxırdım. Səhifələr yaradırdım, Instagram səhifələr yaradırdım, orada izləyicilər yaradırdım. Daha doğrusu izləyicilər yığırdım. Ha, məsələn Facebookda o vaxt əlbəttə ki Facebook biraz məşhur idi. Instagram çox belə məşhur deyildi. Mən Facebookda çox sayda səhifələrim olub. Hansı ki yaratmışam, müəyyən bir izləyicini vurmuşam orada. 5000, 10000, sonra başım buraxmışam. Sonra dedim ki, okey də bəzi yoldaşlar o ki 100.000, 200.000 birdən-birə yığırlar da. Bu panel söhbəti. Mənim başım başladı biraz onlara tərəf meylənməyə, fikirlərim ona gəlir ki, panel necə vururlar ümumiyyətlə. Getdim biraz axtardım, qurcaladım, botlar tapdım, belə elədim. Biraz kiber zad. Söhbət sən 11-ci sinifdə oxuyanda, mən hardasa 14-15 yaşımda zad belə gedir söhbət. Yəni mən səhifələr yaradırdım. Hətta elə 14-15 yaşında mən artıq səhifələr yaradırdım. Məşhurların adına səhifələr açırdım. Hətta Facebookda bəzi türk məşhurlar var idi ki, elə bilirdilər ki, o Facebook səhifəsi odur həqiqətən. Yəni görürdüm və orada yazan insanlar olurdu. Yəni mən baxırdım ki, həqiqətən də, yəni mən orada başa düşdüm ki, sosial media tanınırlıq o da əlavə bir gücdür. Onu yaxşı şəkildə də istifadə edə bilərsən, əlbəttə ki, pis şəkildə də istifadə edə bilərsən. Bir də mənim üçün həmişə nə olurdu? Kimlərsə dəstək olmaq, necəsə bir yolla. Kimsə məndən məsləhət alsın, kimsə mənim düşüncələrimin doğru olduğunu bilsin, məni də dəstəkləsin və mən də bundan ilhamlanıb irəliləyim. Ona görə də biraz da başladım illegal tərəflərdən maraqlanmağa. Yəni girdim YouTube-a, başladım yazmağa. O vaxt ingilis dili biliyim, çox da yaxşı deyildi. Anam rus dili müəlliməsi olmağına baxmayaraq, mən xüsusən rus dilinə marağım yox idi. Yəni öyrənməyə. Okey bilirdim. Qrammatikası da hər şey qaydasında, amma kimdənsə rusca danışa bilirəmmi? Yox, danışa bilmirdim. Çünki yəni mənə rus dili cəlb edəmirdi. Girdim, yazdım hacker dərsləri. Görüm nə çıxır. Çünki kiber təhlükəsizlik zət mən hələ ki tutmamışam o qavramları və universitet də yaxınlaşır. Mən universitetdə hazırlaşıram. Birinci qrupa vermişəm. Çünki IT istəyirəm bir tərəfdən də. Bir tərəfdən neft istəyirəm. Yəni nefti necə istəyirəm? Hamı deyir ki, neft tərəfə get. Neft Azərbaycanda yaxşıdır. İndi qohumlar da belə deyək. Dayım mənə məsləhət gördü ki, bəs IT tərəfə get. Hətta o belə bir şey dedi ki, bizdə IT-də oxuyan, IT-də işləyən uşaqlar var deyir. Onlar uşaqlar, cavan uşaqlar da onlara 1000 manat, 2000 manat pul verirlər. Mənim üçün də o vaxtda 1000 manat, 2000 manat çox böyük pul idi. Yəni çünki mən 1000 manat, 2000 manatı görürdüm bizdə ki, 1000 manat qazanmaq üçün hansı əziyyətləri çəkirik də, xüsusən də kənd şəraitində. Kənd şəraitində bu gün də 1000 manat çox böyük puldur əslində. Mən ona görə ora marağım çəkdi ki, okey, mən IT-yə gedim. Başladım kiberlə maraqlanmağa, eləməyə. Əlbəttə ki, paralel dərslərimi də oxuyuram. Xalalarım müəllimlərdir, ingilis dili müəllimidir, bir xalam, bir də xalam kimya müəllimidir. Onlar mənə dəstək olurlar. Mən onların yanına gedirəm hazırlığa. Rus dilində paralel anam arada belə deyək də işdən və sairəndə müəyyən qədər öyrədir bizə ki, rus dili yadımızdan çıxmasın. Nəsə universitet imtahanımızı verdik, elədik. Mən də paralel onsuz da öyrənmişəm. Bir dənə qorxum var ki, mən Bakıya gedəcəm. Bakı uşaqları texnologiyanı görüblər, fərqli şeylərdir. Hətta yadıma gəlir, bir dəfə bizdə konsert olmuşdu rayonda. Yəni dron mən ilk dəfə orada görmüşdüm dronu. Mənə çox maraqlı gəlirdi ki, dron. Amma yəni bir tərəfdən düşünürdüm ki, Bakıda bunu çox görə bilərlər də. Bizdə ilk dəfə dronla çəkiliş olur deyə mən dron görürəm, amma Bakılılar bunu görəcək. Bakıdakı insanların düşüncə tərzi fərqli olacaq. Onlar başqa şeylər öyrənə bilərlər. Mən gedib orada əzik olmuyor. Deməsinlər ki, bu savadsızdır, bu heç nədən xəbəri yoxdur. Ona görə mən özüm çox başladım inkişaf elətdirməyə. Yəni YouTube-dan dərslərə baxırdım, tapa bilmirdim. Azərbaycanda heç bir kontent tapamırdım. Ki mən oturum öyrənim də. Ona görə məcbur ya türklərə baxırdım, ya ingilislərə baxırdım. Google Translate tərcüməsi edirdim. O vaxt GPT yox, bir şey yox. Yəni bu şəkildə öyrətdim özümü və artıq gələndə universitetə mən fərqinə vardım ki, burada uşaqlar yəni kiber təhlükəsizliyi bilmirlər. Yəni bunlar sadəcə oxuyublar. Mən düz başa düşürəm ki, də sənin ambisiyan sırf daha çox nətər deyim, qorxudanmı deyim ya o nətər deyim, mən bunu eləməsəm alınmayacaq da. Yəni mən bunu eləməliyəm şəklində. Qorxu deməyək, həmişə fərqlənmək istəmişəm mən hamıdan. Ki mən ora gələndə sıradan və aşağı təbəqə olmayım da. Mən ora gələndə onlardan ən yaxşılarından biri mən olum. Hamı desin, məsələn, öz sinifimizdə də mənə yadıma gəlir ki, mən həmişə ən yaxşısı olmağa çalışıram. Ki bura girəndə otaqda deyəndə ki, bu sinifdə ən yaxşı kimdir? Hamı desin ki, Zaur da ən yaxşı olan. Mən ona çalışmışam həmişə. O qorxuya görə yox, sadəcə yəni mənim ambisiyam olubdu. Həmişə hamıdan daha yaxşı ol, hamıdan fərqlən nəyinəsə görə. Və insanlar da səni örnək götürsünlər nəyisə görə. Və bunları da düzgün eləməyə çalış. Mən də ona görə çalışırdım ki, ora gedəndə hamıdan ən yaxşı olum. Hamıdan ən zəif olmayım. Əlbəttə ki, bilirdim məndən də güclülər olacaq və onun üçün çalışırdım ki, o məndən güclü olmasın və yaxud da maksimum az olsun universitetə gedəndə. Və mən də universitetə girəndə fərqinə vardım ki, əslində heç burada məndən güclü yoxdur. Yəni kiberi hələ ki mənim qədər maraqlanan, mənim qədər öyrənməyə çalışan yoxdur. Mən Linux açırdım. Kiberlə məşğul olanlar bilir, Kali Linux deyək də.
Kali Linux açırdım, komandlarını yazırdım, orada müəyyən hacking proseslərinə, ona buna phishing ata bilirdim, backdoorlar yarada bilirdim, həm nə edə bilirdim, kameraları belə deyək də hackləyə bilirdim öz ailəmizdə də. Bunu heç kim bacarmırdı. Yəni ən sadə mən Kaliyə bir dənə güncəlləmə belə verəndə, yeniləmə belə verəndə onu çəkib story atırdım aradakı. Yəni hacker vibe olsun da biraz. Gördüm ki, çox adam maraqlanır ki, bu nədir? Yəni mən başa düşürdüm ki, insanlar bunun nə olduğunu anlaya bilmirlər. Yəni və onlara maraqlı gəlir. Demək, mən onlardan qabaqdayım müəyyən qədər və bunu saxlamamalıydım. Və ilk başda da ona çox fokusunu vermişdim. Çünki okey, mən kiberi sevirəm, kiber əladır, kiberi istəyirəm, kiber təhlükəsizlik mütəxəssisi olmaq da istəyirəm. Çünki bir tərəfdən də uşaq vaxtı atam da çox belə detektiv filmlərinə baxan idi. Ümumiyyətlə kinolara, Hollywood kinolarına çox baxırdıq. Mən özüm də çox baxmışam. Yəni yadıma gəlir ki, mən həmişə evə gəlirdim, açırdım, ATV-dən kinolara baxırdım. Nə bilim, ATV-dən kinolara baxırdım. Türk yaxşı cəhətlərindən biri odur ki, mən düşünürəm ki, mən çox da türk kanallarına baxmamışam. Nə bilim, o indi belə deyək də bu dəqiqə hamı onlara baxır. Cartoon Network-dür, nədir, Disney Channel-dır. Belə şeylərə çox baxmırdım. Mən Azərbaycan kanallarına baxırdım və orada da çox cizgi film göstərmirlər. Bədii filmlər zədə belə axşam vaxtları göstərir. Mən çox marağıma gəlirdi. Oturub onlara baxırdım deyə orada agentlər, oradakı belə detektivlər mənə çox xoşuma gəlirdi. İstər-istəməz adamın dünya görüşünə təsir edirdi. Və mənə çox xoşuma gəlirdi. Mən də istəyirdim onlar kimi olum. Cool görünürdülər də mənim gözümdə. Kiber də mənə ona apara biləcək bir yol kimi görünürdü. Kiber təhlükəsizlik mütəxəssisləri cooldur. Videolara zədə baxırdım, məsəl üçün gördüm ki, adam gəlib danışır, 15 ilin təcrübəsidir. Cool görünür, burada nakolkaları zadı. Belə video fasonu əladır da və mən də baxıb dedim, ayda nə gözəldir bu adam danışır, eləyir. Baxırdım biraz həyatını maraqlanırdım ki, həyatı da yerindədir. Yəni pis yaşamırdı adam. Ortalamanın üstündə bir həyat tərzi var, texnologiyası, MacBook yanında, o bu yanında və adam baxmadı, istər-istəməz təhsilinə düşür ki, məndə də ola bilər. Hə, mən niyə eləməyim ki bunu? Və bir də məndə olan ən belə deyim, məncə yaxşı şeylərdən biri odur ki, insanlarla sağlam rəqabət qura bilirəm. Misal üçün, sən mənim yanımdasan, sən məndən daha təcrübəlisən. Mən sənin bu yolu keçmə müddətini öyrənirəm. Sən deyirsən ki, mən kiber təhlükəsizlik sahəsindəyəm və 10 ildir buradayım. Və hal-hazırki vəziyyətinə baxıram. Yəni 10 ildir burdasan və burdasan. Okey, mən misal üçün 3 ildir buradayamsa, 10 ildən sonra mən səndən daha yaxşı ola bilərəm. Onu özümdə analiz etməyə çalışıram və mənə elə gəlirsə ki, mən 10 ildən sonra səndən daha yaxşı olacağam. Amma onu şəxsi rəqabətə çevirmişəm. Bəli, şey yox. Sadəcə mən özümü elə bir ki, 10 ildən sonra buradan olacaq, bundan mı yaxşı olacağam fikirləşirəm. Və bu da mənə ilham verir ki, okey, sən bundan da yaxşı ola bilərsən, daha çoxunu qazana bilərsən. Mən də daim ona çalışmışam və bu gün də şey elə olub ki, artıq həm biliklərimi paylaşa, həm öyrənərək, həm öyrədərək, həm öyrənərək, həm tətbiq edərək bu gün gəlib bura çatmışam. Yenə də ambisiyalarım böyükdür. Qazanmaq istədiyim hədəflər çoxdur, amma indi inşallah da çalışırıq yavaş-yavaş. Belə bir şey soruşum. Məsələn, sən Bakıya gəldin, tamam başqa mühitdə düşdün də. Mən onun necə birisi olduğunu çox yaxşı bilirəm. Biz səninlə bu şeyləri danışmışdıq. Mən onu tamam biraz başqa formada yaşamışam, amma necə birisi olduğunu bilirəm. Adam nə gözləyəcəyini bilmir. Mən məsələn o mühitə düşəndə, o birinci dəfə 16 yaşında tək yaşamağa başlayanda mənim üçün nətər deyim, gözləntim o idi ki, məndə də eyni gözlənti var idi ki, gedəcəm, hamı məndən ağıllı olacaq, o qalacam belə orada şey eləməyəcəm. O nətər deyim, onun müəyyən qədər dərdindən mən özüm pastayan otururum gecələri boş-boşuna nə mənada, yəni ki, gəlib dostlarımla 11-ci sinifin axırında hamının gəlib dostlarıyla gəzdiyi vaxtda mən müəyyən qədər yenə də otururdum, o bəzi şeylərin üstündə işləyirdim. Sən məsələn Bakıya gələndə sənə indi bu tərəfdən başa düşdükdə ki, gördün ki, əslində reallıq tamam başqadır. Həm fikirlər tapmaq çətin idi. Məsələn, professorların arasında, tələbələrin arasında. Mən belə deyim də, bax, mən yadıma gəlir, indi sən dedin, mən yadıma düşdü. Nə? Mən hazırlıqdan evə gəlirdim. Bizdə kəndə gedən avtobus var idi. Hazırlıq, blok hazırlığı. Yox, hə. Universitetə hazırlıq, hələ universitetə girməmişdim. Mən həmişə beynimdə bir şey olurdu ki, biz necə mən kənddə olan vəziyyətimizi heç vaxt istəməmişəm ki, bu vəziyyətdə olaq. Yəni necə yəni? Bu bizim üçün kifayət deyil və biz daha yaxşısını eləməliyik və daha yaxşı həyat tərzi yaşamalıyıq. Ailəm, mən. Ona görə mən indi bu dəqiqədə deyirəm ki, mən daha yaxşı. Onda mən yadıma gəlir ki, mən fikirləşirdim ki, bircə mən universitetə qəbul olsaydım, universitet mənim üçün kiberə gedib çatmağa və Bakıya çıxmaq üçün bir yoldur. Mən bilirdim ki, mən Bakıya gedib çıxsam bir dənə və orada mən qala biləcək bir səbəbim olsa, mən orada yaxşı olacam. Və Bakıya gələndə, sən demiş, mən gözləntilərimi qarşılamadı. Çünki birinci universitet, məsələn, mənə adını çox tərifləmişdilər. Yəni hamı deyir ki, Azi əla universitetdə Azi yetişdirir, Azidəkilər canavar olur. Mən də dedim ki, gedəcəm indi mənə bildiyin
mütəxəssislər gələcək, kiber öyrədəcəklər, hacking öyrədəcəklər, nə olacaq? Gəldim Azərbaycan tarixi, nə bilim, dəxilsiz differensial tənliklər, riyazi analiz və s. qoca müəllimlər gəlir, kiberdən başı çıxmır. Kimdən məsləhət alacaqsan? İnsanlar, ətrafındakı adamlar dedim biləcəklər, cool olacaqlar, onlar da yaxşı uşaqlar olacaqlar, əlində kompüterlə zadla gələcəklər. Yoxdur elə bir adam. Ya hamı mənim kimi olan insanlardır və belə deyək də, çoxsu da rayondan gəlibdi. Onların heç nə başa çıxmır. Oxuduğu ixtisasın nə mənaya gəldiyini anlamırdı Heç insan. niyə orada da onu da Niyə bilmir. orada da anlamırdı adam. Yəni informasiya Adamı da ən təhlükəsizliyi yandıran odur. Yəni niyə ki, gəlmisən? öz həyatını, yəni ən azından elədiyin seçimi bil də nəyə görə eləyirsən. Yəni bilirsən necə? Yəni mən orada gəlmişəm, təsəvvür adamlar var deyir mənə kompüter alıblar. Nə 3000 manatlıq, 5000 manatlıq kompüterlər var. Baxıram, okey, niyə də bu kompüteri niyə almısan? Adam heç bilmir kompüteri niyə. Deyir, filan kəs getdi deyir. Gəlib kafedə Hə, oturub. açıb yox. Açdı deyir filan kəs qohumum, atam, anam deyir getdi, açdı. Ən bahalı kompüter hansı deyib götürüb gəlib. Adam fərqində deyil ki, bu ən bahalı kompüter mi lazımdır ona? Yəni necə IT-dən uzaq adamlardır burdaylar. Ona görə misal üçün mən çıxırdım uşaqlarla, okey, nə edə bilərik? Bakıda mən haranı tanıyıram uşaqlarla. Hə getdin Dağüstü parka, ora bura, okey, bir dəfə getdik də bunu getdik. Hə mən yadıma gəlir ki, mən uşaqlarla gəlib otururdum Targovda, Skameykada, Targovun girişində. Sonra qayıtdım uşaqlara dedim, biz niyə buradayıq ümumiyyətlə? Biz nə edirik bu dəqiqə burada? Durun gedəndə söyləyəndə bir faydalı bir şey. Yəni görürdüm ki, içim mənim sıxılır. Ki qardaş biz çox yaxşı başa düşürəm. hə, yəni biz niyə burada oturmuşuq bu dəqiqədə? Yəni dur gedə bir faydalı bir şey eləyək də. Nəsə biz qarantiya alaq və mən istəyirdim ki, biraz həyatımı qarantiya alım, çünki orada da mən tələbəyəm. Belə ki, birinci kursam, ikinci kursda mənim bacım da gələcək və ailənin üstünə düşən yük biraz da artır. Artıq 2 nəfərə baxmalıdırlar, mən kirayədə qalıram və mənim də istədiyim bir şey var ki, mən eləyim ki, ən azından kirayə xərclərimi özüm qarşılayım, öz xərclərimi özüm qarşılayım. Ailəm bacıma dəstək olsun, mənə dəstək olmasın. Və maksimum şey. İndi düz orada məsəl üçün mən kirayədə qalıram. 5 nəfər məndən paralel uşaq qalır kirayədə. Yəni Targovda bir yer tapmışıq. Köhnə Sovetskiyin binalarıdır. 450 manatlıq yerdir. Bölmüşük 70 manat, amma inan ki, mənim üçün 70 manat ödəmək çətin idi. Çox çətin idi ki, mən 70 manat tapım və kirayəni ödəyim. Günün sonunda mənim özümə də əyləncəyə xərc qalsın. Mənə olmurdu. Mən yəni KFC-yə zada getmək, yəni mən sənə deyim hardasa 2-ci kursda, 3-cü kursda mən KFC-yə getməyə başladım. Yəni çünki ona verəcəyim pul məni aylıq olaraq ziyana salırdı da. Mən də istəmirdim. Verə bilərdim, verərdim. Sonra ailəmə deyərdim ki, mənə əlavə pul verin. Amma mən də onu istəmirəm axı. Mən niyə ailəmi çətinə salım? Çünki ailəmin də hələ bacıma da dəstək olmalıdır. Ona görə mən bir çıxış yolu axtardım və belə situasiyalar məndən həmfikir insanlar olmamağı məni sıxırdı. Ki nə oldu? Mən bir nəfər tapmadımmı ki, mənim kimi eyni ambisiyalarda olsun və məndən paralel yola çıxaq da. O hansı ki Instagramda olur ki, sənin buron, biznes buron və s. hansı ki birlikdə inkişaf edirsiniz. Elə şeylər tapamırdım mən qardaş. Elə bir şey görənmirdim. Yox idi ətrafımda insanlar. Yəni bəzilərinin ailəsi çox yaxşı dəstək olurdu. Bəzilərinin zaten pulu var idi, bəzilərinin Bakıda ev var idi, bəziləri Sumqayıtda qalırdı. Yəni ona görə mənlə eyni çətinliyi yaşayan insanları çox çətin tapırdım və biraz da özüm də o vaxt asosial idim. İnsanlarla çox danışan deyildim deyə. Kimin nə düşüncə tərzində olduğunu da bilmirdim. Çünki yaxınlaşmırdım. Yəni təsəvvür mənlə yan yana oturmusan, sən məni danışdırmadığın sözü mən səndən salamlaşmırdım. Danışmırdım ümumiyyətlə. Oturmuşuq belə. Bir otaqda səndən 2 saat prosta sakit otura bilərik. Heç bir şeydən danışmadan. Yəni mən elə təbiətdə idim. Çünki yəni dediyim kimi çevrəm çox geniş olmayıb. Məktəbdə də kəndə, evə, məktəbə gəl, get hazırlığa, get belə olmuşam. Ona görə mən o düşüncə tərzini tapmırdım deyə bəli çox sıxılırdım. Müəllimlərdən o dəstəyi görmürdüm. 1-2 müəllim var idi ki, onlardan mənə xeyir gələcəyini düşünürdüm. Müəyyən qədər onlardan nə salmağa çalışırdım, amma yenə də görürüm ki, yox da. Yəni universitet, mən onda başa düşdüm ki, universitet mənasız bir şeydir. Mən əslində səhv eləmişəm və mən yadıma gəlir ki, mən admisiya qəbul oldum. 600-dən çox yığmadım deyə çox pis olmuşdum. Əvvəlcə çox pis olmuşdum ki, mən niyə o belə oldu? Yəni hətta belə deyək də dünyanın sonudur. Mənə verilən ümidləri doğrultmadım. Mən 600-dən çox yığanmadım, 570 yığdım. Amma bu gün baxıram ki, mənasız bir şey eləmişlər. Və ona görə insanlar deyirəm ki, yəni siz elə bilməyin ki, universitet çox önəmlidir. Yəni siz də gedib fərqinə varacaqsınız ki, biraz sağlam düşüncəsiz, görəcəksiniz ki, universitet mənasızdır. Yəni ona görə məsələn mən elə şeyləri tapmağım, elə insanları tapmağım biraz çətin olur. Forumlarda zadda baxırdım. Orada nə qədər kimləsə yaxın ola bilərsən, heç kimi tanımırsan, eləmirsən. Hə, forumlarda gəlib insanlarla networking eləmək çox. Sosial mediada biraz yəni toksik ortamdır da. Yəni kim səninlə necə istəsə danışır, hamı özünü biləndə hesab edir. Yəni saf hisslərlə belə deyək də bildiyini həqiqətən yaxşı mənada paylaşmaq istəyən kimsə görsən ki, artıq web çıxmasın, qabaqdan gəlmişlik eləyir. Hə, başlayır sənə şey eləməyə də, əzməyə. Ona görə də
mənim üçün çox böyük çətinlik olub ki, mənlə bu gün də çətindir əslində. Mənlə eyni düşüncə tərzində olan insanları tapmaq, onlarla oturmaq, hansı ki gələcəyini qarantiya almaq istəyir, pul qazanmaq istəyir və inkişaf eləmək istəyir. Belə adam biraz çətindir. Hamıya baxsan, hamı istəyir pul qazansın. Amma hərəkət edən heç kim yoxdur. Hə, hamı asan pul istəyir, amma o işləmək Hə, istəmir. yəni məsələ odur da. Mən elə istəmirəm axı. Mən istəyirəm ki, qardaş, gəl oturub şikayət eləməkdənsə problem həll eləyək. Ki, okey, bizim problemimiz var. Nədir səninlə mənim ortaq problemim? Biz daha çox qazanmaq istəyirik. Səninlə mənim problem, biz qazanmırıq. Okey, bu necə həll? Gəl şikayətlənməyək də, gəl kimisə həyatını qibtə eləməyək. Gəl öz həyatımıza baxaq, öz həyatımıza səhvlər eləyək və bunun üçün də yatıb fikirləşməyək də, Instagramda girib motivasiya videolarına baxmayaq. Gəl biz də hərəkətə keçək. Motivasiyadan sonra nəsə eləmək lazımdır. Hə, nəsə eləmək. Sən motivasiya baxırsan, o ilə, Allah mən də bunu bacaracağam, yıxılım yatım sabah baxarıq. Deyirsənsə, nə mənası var ki bunun? Sabah da eyni şey eləyəcək. Yəni ona görə məndən eyni düşüncə tərzində olan insanları tapmaq mənim üçün çətindir. Belə bir şey soruşum. Məsələn, sən deyirsən ki, o ürəyi sıxırdı da o dövrdə. Sən onda inanırdın ki, kiber təhlükəsizliklə sən yavaş-yavaş pul qazana bilərsən və məsələn birinci pulu deyirsən kirayənin çətinliyindən və məsələn o nəsə pul qazanmaq istəyirsən. Elə birinci pulu da kiber təhlükəsizliklə qazandın, yoxsa necə? Aha. Bax mən belə deyim də, mən çox fərqli sahələr yoxlamışam pul qazanmaq üçün. Bəli, kiber təhlükəsizlik mənim sevdiyim sahə idi və mən həqiqətən də kiber təhlükəsizliyi ümumiyyətlə pul qazanmaq üçün başlamamışam. Pul qazanmaq istəyirdim əvvəlki gün, sonunda mən mütəxəssis olmalıydım. Kiber təhlükəsizlik mütəxəssisi olmağı istəyirdim, amma beynimdə bu dəqiqə işləyim və bu dəqiqə pul qazanım olmayıb ki, bu dəqiqə öyrənən çox insanlar əslində tək məqsədi olur. Və o da bu dəqiqə işləyim, bu dəqiqə qazanım. Qardaş, olmur axı və sən özün də fərqində deyilsən ki, bu səni demotivasiya edir get-gedə. Çünki sən görürsən, sən qabağına hədəf qoyursan ki, mən 6 ay ərzində işləməliyəm. Sən qabağına məqsəd qoymursan ki, mən 6 ay ərzində kiber təhlükəsizliyi, 1 il ərzində kiber təhlükəsizliyi yaxşı öyrənməliyəm. Və sən o işləmədiyin və görə də 6 ay sonunda beynin səni belə deyək də demotivasiya edir. Ki sən bax qarşı hədəf qoymuşdun, ona nail ola bilmədin. Səhv məqsəd qoyub istəmədiyin nəticə alırsan. Bəli, ona görə də sən məğlubsan. Və sən bunu qəbul edirsən ki, ayda mən bunu bacara bilmədim. Sən səhv məqsəd qoymusan. Sən elə deyirsən ki, mən 6 aydan sonra Superman olub uçacağam. Zaten 6 aydan sonra, nəinki 6 ay, 10 ildən sonra da bu olmayacaq da. Yəni qabağa real hədəf qoymalısan. Mən ona görə real hədəfim kiberi öyrənmək idi, amma paralel dediyim kimi yaşadığım o bəzi pul sıxıntıları, maddi sıxıntıları istəmirdim yaşayım. Əziyyət çəkmək istəmirdim. Niyə görə mən kimdənsə fərqlənməliyəm? Niyə görə mən yaxşı həyat yaşamayım ki də? Ona görə də nəsə pul qazanmalıydım. Məsələn, qrup yoldaşım var idi, Rövşən. Bu gün də məndən işləyir, çalışır. O da kiber təhlükəsizlik mütəxəssisi, fərqli şirkətlərdə işləyir. Onunla bir layihəyə girdik. Baxdıq ki, bir nəfər veb-sayt yığmağı öyrədir. Və bununla pul qazana biləcəyini deyir, workshop. 80 manatdır. Yəni mənim yadıma gəlir ki, biz o 80 manatı ikimizə güclə tapdıq və birləşdirdik, onu aldıq. Bir nəfər aldı, biz ikimiz baxdıq ona. Orada da necə idi? Tilda deyilən bir şey var idi. WordPress-in fərqli forması. Pul qazanıla bilərdin oradan sayt yığıb. Və biz orada sayt yığmayı öyrəndik. Hətta mən yadıma gəlir, mən Milsegin ilk saytlarını da onunla yığmışdım. Əslində mənə yaxşı tərəfdən, o tərəfdən çox xeyir oldu ki, mən pulum çıxmadan öz saytımı zadı yığa bilirdim. Mən orada saytı yığdım və mənim biznes modelim nə idi? Bu saytları Instagram üzərindən yazacağam. Burada Rövşən bir növ marketinq tərəfini eləyəcək. Mən isə texniki tərəfi həll eləyəcəm. Çünki gördüm ki, Rövşən işləməklə arası yoxdur. Rövşən danışmaqla arası var. Yəni biz iş bölgüsünü eləsəydik, Rövşən həmişə ən axıra saxlayırdı. Və bu da məni narahat edirdi ki, ən axıra iş qalar, qardaş. Verilibdi məsuliyyəti dərk elə və bu işi vaxtında gör. Ona görə Rövşən gedir, danışırdı. Yəni telefon dükanlarına girirdi, maşın yerlərinə girirdi və mən orada müəyyən təcrübələr öyrənirdim. Məsəl üçün o vaxtı bir telefon təkər səhv eləmirəmsə ya da bir maşın ehtiyat hissələri satan bir yer idi ya nə idisə oraya getmişdi. O deyir ki, məsələn mən sosial media aylıq 4500 manat pul ödəyirəm. Və mən yadıma gəldi ki, biz Rövşən oradan çıxıb gələndə Rövşən girmişdi, sonra mənlə danışırdı. Mən də bacımın yanından gəldim. Gənclikdə təsəvvür elə. Gənclikdə Tibb Universitetinin yanına Targoviya avtobusa pulum çıxmasın deyə piyada düşürdük. Ki, buradan buradır da, yəni avtobusa niyə o qədər pul verək ki? Yəni, o qədər pul bizim üçün o qədər pul idi, yəni çox pul idi. Ki, piyada düşərdən söhbət edirdik. Mən oradan hələ də yadımdadır ki, o 4500 manat pul verirəm deyəndə, mən dedim, oyda 4500 manat sırf bu Instagrama pul verir bu adam marketinq üçün də. Və orada da həm dərk edirdim ki, okey, biznesi olmağın sənin, bax, belə şeylər verə bilirsən. Əgər sən demək sosial mediaya belə bu qədər pul xərcləyə bilirsən. Həm də sosial mediaya demək pul xərcləmək yaxşı bir şeydir. Məsələn, adam deyir ki, sən bizim belə bir saytımızı qur, mən sənə nə qədər desən pul verirəm.
Bizim orada texniki tərəflərdən çətinliklərimiz var idi. Tam bacara bilmirdik o tərəfi. Çünki adam işlədiyi fərqli şeylər var idi. Yəni telefon şeyə getmişdik. Deyirdik biz aksesuarlar satırıq. Telefon o kabroları deyək də. Deyirdi elə ki adam girsin, istədiyi kabronu vursun, telefonun üstünə düşsün o nə bilimdən. Biz də bilirik, amma o dərəcədə bilmirik də ki, biz necə eləyək ki, adam vursun, avtomatik telefon kabrosuna keçsin, sonra onda sifariş versin, istədiyi formada dizayn edib. Hər şey onları bilmirdik deyə. Yəni mən yadıma gəlir ki, axşam evə gəlirdim. İndi evdə də 5-6 nəfər adam var da. Hərəsi fərqli düşüncədə adamlardır. Mən evdə sıxılırdım. Ev üstümə gəlirdi elə bir şey. Mən pul qazanamıram. Qardaş, nə deyim? Röşənə dedim, gəl dur çıxdıq getdik. Çıxırdıq gedib Targovda fırlanırdıq ki, ürəyimiz açılsın da biraz nəsə eləyək. Axşam gəldim, yıxılıb yatırdım. Yatanda da fikirləşirdim ki, nəsə eləyək, biz necə pul qazanaq? Biz necə pul qazanaq? 80 manatla pul vermişik. Adam gecələri yata bilmir. 80 manatla pul vermişik. 80 manat da bizim üçün çox puldur da. Yəni onu biz çıxartmalıyıq qardaş. Necə çıxardıq? Nəysə, adını bir dənə MetaWeb adında bir Instagram səhifəsi qurduq. Marketinq zət sıfır. Yəni marketinqi necə eləmək lazımdır? Hardan pul qazanmaq lazımdır? İkinci kurs səhv eləmirəmsə, ikinci kurs dedik biz bunlar. Bilmirəm, heç nəyi bilmirəm və təsəvvür edə çox belə axmaqcasına bir marketinq edirdik. Gedirdik izləyicilər çox olan mim səhifələrinə, hansı ki biz də baxırdıq arada onlara reklam verdirirdik. Və çox dəxilsiz kütlə gəlirdi oradan bizə. Orada necə idi? Story məsələn 10 manat, 5. Çünki gücümüz ona çatırdı. Hələ ki Instagram marketinqini anlamamışıq biz. Onlara məsələn pul verirdik. 5 nəfər, 3 nəfər ağzına gələn yazırdı. Heç nə əldə eləmirdik. Yəni deyirdik, okey, bu dəfə etkisi olmadı. Bir dənə də 5 manat, bir dənə də 10 manat, bir dənə də 5 manat hər dəfə story. Və heç bir şey əldə eləmədik günün sonunda oradan və nə etdik? Qısa müddətdən sonra dedik, okey, bunun başını buraxaq. Biz burada uğurlu ola bilmirik. Amma mən bu gün bilirəm ki, bizim orada uğurlu olmamağımızın səbəbi səhv hədəf kütləni seçməyimiz idi. Biz dəxilsiz insanlara gəlib özümüzü reklam eləməyə çalışırdıq. Yəni elə bir belə düşün də, maşın ehtiyat hissəsinin yanında gəlsən sən nə bilim, samolyotla bağlı nəsə danışırsan da, yəni maşın sürən adamların yanında maşından danış cəlb eləsən də. Biz orada gedib orada eylənməyə girən kütləyə, mənasız videolar izləmək istəyən kütləyə biz deyirdik, gəl sənin üçün veb-sayt quraq ki, məhsulları reklam elə. Nə qədər də maraqlı ola bilər. Konversiyası çox aşağı olacaqdı. Yəni ona görə heç kim gəlmirdi orada. Və biz yazdığımız adamları da belə satışa cəlb edə bilmirdik. Satış bacarığımız az idi, marketinq edə bilmirdik. Texnikimiz tam da güclü deyildi deyə və tək idik deyə biz bunu bacara bilmədik. O bizim uğursuz biznesimiz oldu. Amma səncə də məsələn bu səhvləri eləmək özü də böyük bir Bəli, təcrübədir. Çox böyük təcrübədir. Adam səhvlərindən daha çox öyrənir, nəinki qazanclarından. Əlbəttə ki, yəni belə deyim, məsələn, qalib gələndə adamın müəyyən qədər egosu da qalxır. Heç xəbərin olmur ki, nəyi düz eləmisən, bəxtin gətirib ya özün eləmisən. Çünki məsələn bilsən də mən o birinci kursda Gabe rektorla işlədiyim vaxtı mən sən özünlə çox səmimi olsan, mən düzgün vaxtda düzgün yerdə oldum prosta. Ondan sonra da əlimə düşən şansı dəyərləndirdim, ona görə alındı. Amma səhvləri eləyəndə sən nə öyrəndiyini başa düşürsən. Səncə də elə deyil? Bax mən belə deyim də, mən özümə şükür edirəm ki, mən belə deyək də uşaq vaxtından bu günə kimi müəyyən çətinliklər yaşamışam və yaxşı ki də yaşamışam. Yaxşı ki də mənim əziyyətim olubdu. Yaxşı ki də mən belə deyək də varlı bir ailədə dünyaya gəlməmişəm. Hansı ki məni ailəm və yaxud da lap varlı ailədə dünyaya gəlsəm belə, yaxşı ki də məni pulla belə deyək də istədiyim azadlığı verməyiblər. Çünki mən bilirəm ki, əgər elə bir həyat tərzi yaşasaydım, mənim üçün nələrsə əldə etmək çox asan olacaqdı və mən əziyyət çəkmək, öz ayağı üstündə qalmağın nə olduğunu biləsi deyildim. Və ya da çox gec anlayasaydım, bu da mənim bu gün bu vəziyyətdə olacağımı deməzdi. Yəni bu gün mən burada olmayacaqdım, bu gün Milsek olmayacaqdı, bu gün səninlə bu podkastı çəkməyəcəkdik. Başqadan tapmalı olacaqdım. Yəni ona görə yaxşı ki də mən onu eləmişəm. Yaxşı ki o çətinlikləri yaşamışam. Yaxşı ki də mənim pula möhtac olduğum vaxtlar olubdu ki, mən əslində pulun gücünü anlamışam. Ki pul həqiqətən də deyirlər ya pul xoşbəxtlik. Qardaş, valla pul olan adam xoşbəxtlik əldə edə bilir. Xoşbəxt ola biləcəyi şeyləri əldə edə bilər də günün sonunda. Yəni mən istəmərəm ki, pulsuz xoşbəxt olum. Nəinki pulla xoşbəxt ola biləcəyim şeylər ala bilim, amma almayım. Normal həyatda. Mən onu istəyirəm. Pulum olsun, amma mən bilim ki, çətinlik yoxdur. Çünki bu gün nə eləsən puldur. Bax, bu gün səndən çıxıb bundan sonra bir yeyib kofe içmək istə puldur. Harasa bir yerə gəlib istirahət etmək istə puldur. Oturub söhbət etmək. Bu gün bu podkastı burada çəkirik, bu da puldur. Yəni hər şey puldur günün sonunda. Yəni ona görə pulu göz ardı eləmək də biraz çətin məsələdir və onu reallığı qəbul edib danışmaq lazımdır. Və yaxşı ki, mən çətinlik yaşamışam, mən pulsuzluğun nə olduğunu bilirəm. Deyir sıfırda, mən deyir inkişaf eləmək üçün sıfıra düşməlisən, sonra qalxmalısan. Məndə elə olmayıb. Mən elə sıfırdan qalxmışam promu. Yəni mən hardansa düşməmişəm ora. Ona görə mən sıfırın nə olduğunu bilirəm. Ora qayıtmaq istəmədiyimi də bilirəm. Ora qaydanda çox əziyyət çəkəcəyimi də bilirəm. Ona görə o mənim əslində bir növ qorxumdur. Ki mən ora düşməyim bir də.
orada olan insanlara da necəsə bir yolla dəstək olmağa çalışıram və o elə insanlar da gəlib danışanda kimsə belə-belə mən onları çox yaxşı anlayıram. Yəni tələbə vaxtı problem çəkməyi, tələbə vaxtı imkanı ilə çox şey əldə edə bilməməyi, kimdənsə biraz dəstək belə deyək, yaxşı mənada ummağının nə olduğunu mən anlayıram. Çünki mən də o vaxt istəyirdim ki, kimsə mənə bir dəstək olsun, nəsə bir köməklik eləsin ki, mən ona artıqlamasını gələcəkdə verəcəm. Amma o mənə necəsə bir yolla dəstək qabağıma olsun. şans çıxsın. Bilik şəklində dəstək olsun, nə bilim, maddi cəhətdən dəstək olsun ki, var idi. Məsəl üçün mənim elə dayım mənə dəstək olan yoldaşlardan biri idi, hansı ki, həm belə deyək, Bakıda olurdu deyə, həm bilirdi, həm necə eləmək olduğunu, çox ağıllı insan idi və həmişə ondan yaxşı məsləhətlər alırdım. Və məsləhət ala biləcəyim insanlardan biri idi. Yeganə insanlardan biri idi belə deyə ailəmdən sonra ki, hansı ki mən o məsləhətinə çox böyük önəm verirdim. Bu gün də önəm verirəm. Yəni məsəl üçün yaxşı ki, dayım var idi ətrafında. Mən ən azından məsləhət ala bilirdim ondan və o mənə də müəyyən qədər digər şeylərdən də, yeri gəldi maddi cəhətdən də kömək edirdi. Çünki o da istəyirdi ki, mən də inkişaf edeyim və yaxşı bir vəziyyətə gəlib çıxaq. Məsələn, onun da rolu var burada, xalalarımın da rolu, hamının rolu var burada. Yəni hamısına təşəkkür edirəm burada. Çünki kimsə belə ağıllı məsləhət veribsə belə, demək onun nəsə rolu var. Və yenə dediyim kimi mənim üçün o çətinliklər həqiqətən də yaxşı ki var idi. Mən həmişə şükür edirəm ki, o çətinlikləri yaşamışam. İndi bu gün istəyirəm bu çətinlikləri yaşamaq istəmirəm. Çünki artıq bilirəm və mən dərsimi almışam oradan. Necə eləmək lazım olduğunu da bilirəm, necə etməmək lazım olduğunu da bilirəm. İnşallah ki də çalışacağam ki də bundan sonraki də illərdə heç vaxt elə bir çətin vəziyyət nə özümdə olmasın, nə ailəmdə olmasın, nə mənim uşaqlarımda olmasın. Mənim tək istəyim odur ki, sabah mənim ailəmdə, mənim övladım, əlbəttə ki, mən də özüm bildiyimi kimi heç vaxt oğluma pulla şey eləməyəcəm ki, get mən narahat olum. Yox, o da öz ayaqları üstündə durmalıdır. O da əziyyətin nə olduğunu bilməlidir. Yəni mən belə düşünürəm. Ona görə həmən dəstəyi verəcəm, amma elə dəstək verəcəm ki, o həmişə öz ayağı üstündə qalmağı, hətta məndən daha uğurlu olmağı bacarsın. Mən o mindsetdəyəm bu dəqiqə və o bəzi insanlar kimi pul varsa, bomba kimi də hər şeyi həll edə bilərəm deyil də. Mən bilirəm ki, pul da gəldi gedərdi. Yəni sabah bizim əlimizdə pul olmayacağını mən bilirəm. Ki olmaya bilər. Və onda sən bu gücdə də olmaya bilərsən, bu qədər rahat da olmaya bilərsən. Elə eləmək lazımdır ki, o olmasın. Bu gün də ona görə çalışıram. Sən çox vacib bir məqamata oxundun da ki, məsələn o varlı uşaqların o nətər deyim, ümumiyyətlə Azərbaycanda bizim valideynlər müəyyən qədər uşaqları çox sıxalınan böyüdürlər. Və əsas da oğlan uşaqlarını da, yəni reallıq kimi baxmaq lazımdır. Mən də bir tərəfdən təbii ki, başa düşürəm ki, valideyndir, uşağının qayğısına qalmaq istəyir. Amma müəyyən qədər də sən uşağa 16 yaşına qədər sən bu uşağa onsuz tərbiyə verməmisənsə, bu uşaq onsuz da nəyin düz, nəyin səhv olduğunu ən azından sənin bir valideyn prizmandan başa düşmürsə, sən ondan sonra ona başa sala bilən deyilsən də. Mən səncə də 15-16 yaşındakı uşağın müəyyən qədər nətər deyim, həyatın çətinliyinə atılmalıdır da. Çünki o çətinliyi də oradan da görməmiş nətər deyim, savaşmağa ehtiyac qalmır da. Səncə də elə deyil? Baxın, belə deyim də, mən hal-hazırda xidmət sahəsində fəaliyyət göstərirəm deyə, bizdən B2C olaraq, yəni customerla çox xidmət almağa gəlir və mənim orada həmişə yaşadığım bir şey olur və mən bunu qəbul edə bilmirəm ki, niyə bu belədir? Yəni təsəvvür elə 23-24 yaşında adamdır, hətta 25-26 yaşında, yəni bu kişidir də o yüzden. Yəni valideyni ilə gəlir. Valideyni zəng edir. Və görürsən ki, valideyn gəlib, ana gəlib, ata gəlib, adam qıraqda dayanıb, ana ata ona görə yerinə qərar verir. Və mən sən gəlmirsən, yanında valideynin var. Mən sözü sənə fırlamağa çalışıram. Gəl bir dənə səndən danışaq. Görürəm ki, o yana valideyn çıxır qabağa. Yəni valideyn uşağı atır kölgəyə ki, yəni burada bunun bir fikri yoxdur. Sən məndən danış. Mən o yerinə düzgün qərarı verəcəm. Amma elə olmamalıdır da. Yəni çünki sabah bir problem olanda da görürəm ki, o adam inisiativ ala bilmir. O adam düzgün qərar verə biləcək, məsuliyyət də öz üzərinə götürə bilmir. O adamda biraz problem var o cəhətdən. Yəni mən əslində şeylərə düzgün baxmıram. Tamam, ki insanı keçmək ki, narahat olma, papa həll eləyəcək, narahat olma, mama həll eləyəcək. Elə olmalı deyil axı. Yəni bu uşaq bəs özü nə vaxt o problemi həll eləyəcək? Bu adam nə vaxt özü qərar verəcək? Nə vaxt öz verdiyi qərarların nəticəsini pis və yaxud da yaxşı formada əldə edəcək də? O uşağın özünün də günahı deyil. Məsələn, belə deyək də, mən rahat həyatdan qaçmaq istəyirdim. Ona görə o 16 yaşında gəlib tək yaşamağa da o şeylərin hamısını gözə almışdım ki, yəni mən onu nətər deyim, gəlib diplom üçün, pont üçün zad elə şeylər söyləməmişəm, tam səmimi danışaq. Mən çətinliyin mənə ehtiyacım olduğunu bilirdim. O özümü doğrultmaq hissi var idi məndə. Yəni ki, baxmayaraq ki, müəyyən mənada çox 16 yaşına qədər səninlə danışmışdıq da bu şeylər ki, mənə deyirlər, dərsi oxuyurdum amma belə. Mən də o şeylərlə məşğul olurdum. Yəni ki, gəl bir də məşğul olma da.
Məsələn, sənin dediyin bu tip cavanlar, səncə onların özlərində də günah yoxdur ki, yəni o rahatlığı öyrəşirlər ki, o rahatlıqdan da çıxmaq istəmirlər. İndi burada bir məsələ var da. Bax, sənin kimi onu dərk edə bilən insanlar da var, dərk edəməyən insanlar var da. Yəni hamının biraz beyni eyni cür işləmir də və mindseti, baxış bucağı fərqli olur deyə. Yəni bəzi insanlar var ki, çox tez təsirə düşür və bəzi insanlar da var ki, belə ailəsinin dediyinə, məsəl üçün biz biraz azad ruhlu insanlarıq. Biz azad olmaq istəyirik, daha öz ayaqlarımız üstündə dayanmaq istəyirik. Bəzi adamlar da var ki, onlar müəyyən qədər kontrol altına alınmalı olan insanlardır və onlara bir yol göstərmək lazımdır. Və onlar da əlbəttə ki, ən doğru yolunu göstərə biləcəyini valideynlər düşünürlər. Bu əlbəttə ki, belədir, amma həmişə belə deyil. Yəni həmişə belə deyil. Zamanı da fərqli zamanlar. Bəli, biraz məsəl üçün bizim indi valideynlər götürəndə bizim valideynlər əsasən 40 yaşdan yuxarı insanlardır da, belə deyək. Və 40 yaşdan yuxarı insanların da yaşadığı dövr, onların gənc olduğu dövr düşür SSR-in dövrünə, 90-lar ilə, 2000-ci ilin əvvəllərinə düşür də. Tamam fərqli. Orada texnologiya yox idi axı. Orada bəli, orada sənin oxuduğun universitet önəmli idi. Orada o vaxtı 90-cı ildə, 80-ci ildə indi belə deyək də, düzdür biz 80-ci ildə olmamışıq, amma ən azından danışılanlardan bilirik ki, sənin gedib məsəl üçün adını oxumağın, diplom çox almağın prestijli idi. Çox yaxşı bir şey idi. Yəni və sənin üçün qapılar açıq idi. Və o dövrün də tamam başqa çətinlikləri var idi. O dövrün bəli tələbləri o idi. Sən ona görə yaşamalıydın, ona görə təhsilə önəm verməliydin. Amma o dövrü bu günə sən inteqrasiya edə bilməzsən də. Kimsə o gün elə idi, bu gün də belədir də. Elə deyil axı bu gün reallıqdır ki, sənin universitet diplomunu çox da sayan yoxdur. Artıq təhsil çox da diplomu vardı onun. Təhsil o vaxtda çox da əlçatan deyildi. Yəni oxumuş adam az olurdu. Yəni bu fərqləndirici bir özəllik idi. Bu dəqiqə elə deyil. Bu dəqiqə hamı oxuyur. Yəni pul oxuyan da oxuyur çünki artıq pullu oxuyanlar da var, qiyabi oxuyanlar da var, əyani oxuyanlar var. Yəni təhsil bu dəqiqə hamı üçün əlçatandır. Yəni ona görə təhsil səni fərqləndirəcək şey deyil, təəssüflər olsun ki, və valideynlər də onu başa düşməyən insanlar səhv yönləndirirlər. Və bizim də adamlar deyir ki, yoldaşlar deyir ki, okey də valideyn düz isə düz deyir. Mən bunu araşdırmasam da olar. Amma bu gün araşdırsalar əslində nəyin nə olduğunu bilərlər. Bir də o deyir valideynə qarşı çıxmaq. Hə, məsəl üçün valideyn düz deyir. Bəli, amma bəzi yerlərdə də sən də öz fikrini bildirə bilməlisən. Elə problem odur ki, uşağa heç vaxt öz fikrini bildir belə deyək də qabağını almaq. Hərəkətini vermirlər deyə və o rahatlığı da vermirlər deyə. Uşaq da öz fikrini bildirə bilmir. Çünki bilir ki, öz fikrini bildirsə valideyn əsəbləşəcək. O tərbiyəsizlik kimi qəbul edəcək ki, necəsən yəni mən belə deyirəm, sən belə deyirsən. Bu nə tərbiyəsizlikdir? Ona görə onlar çəkilirlər, deyirlər, okey, qoy valideyn nə deyirsə əsas olsun. Əsas məni sonra tərbiyəsiz kimi görməsinlər, pis övlad kimi görməsinlər. Amma nə olur günün sonunda adam 25 yaşı olur. Adam hələ də qərar verəmir ki, nə olacaq, kim olacaq. Pul qazanmır, heç nə eləmir, boşdur, universitet oxuyub qutarıb, nə bilim, bilmir, magistrada mı versin, doktorantura mı versin, nə versin. Yenə də problem oldu, zəng eləyən anasıdır. Yəni necə uşaq mindsetidir. Yəni bu adam necə yaxşı kişi olacaq? Bu adam necə gələcəkdə ailə saxlayacaq? Yəni belə şeylər var. Mənə elə gəlir ki, bizdə cəmiyyətdə problemlərdən biri oldu ki, əsas da heç yaşlılarımızda da götürüb var o. Çünki və əsas da o belə bir nətər deyim, bizdən bir yaş, bir pokoleniya böyük insanlardan gəlir ki, bizim insanlar hörmətlə həmfikir olmağı səhv salırlar. Yəni ki, məsələn, biz sənin hansısa bir mövzu haqqında fərqli cür fikirləşə bilərik. O demək deyil ki, mən sən ondan hörmətsizlik eləmiş ol. Eyni şəkildə də məsələn mənim valideynlərimin də elə bir fikirləri vardı ki, mənə məsələn deyirlər ki, bunu belə elə, mən razı deyildim. Amma sən fikrimi də valideynə hörmətlə çatdırsan ki, mən sizə hörmət edirəm, mən sizin dediklərinizi nəzərə alıram, amma məncə bunu belə eləmək vacibdir mənim həyatım üçün. Çünki mən bir şeyə əmin ola bilərsiniz ki, əgər siz həyatda müəyyən şeylərdə öz istədiyiniz kimi davranmazsa, sonra onun peşmançılığını çəkəcəksiniz ki, öz istədiyim kimi eləsəydim axırı nə olardı. Ən azından o səhvi öyrənəndən sonra biləcəksən ki, məsələn, bir də belə eləmək olmaz. Amma onu biləcəksən də, yəni ondan şübhən olmayacaq. Mənim bu gün də yaşadığım bir problem deyil. Mənə həmişə deyirlər ki, evdə də bir də mamada da deyir ki, sən deyir çox öz bildiyi eləyən adamsan. Yəni biz sən məsləhət verirsən, məsləhəti qulaq asan adam deyilsən. Yəni çox öz bildiyi eləyən adamsan. Amma məsələ budur ki, mən onu eləmək istəyirəm nəyə görə? Çünki mən eləmək istəyirəm ki, bu verdiyim qərarlar mənim nə qədər doğru və yaxud nə qədər səhvdir. Yaxşı, mən bu gün öz bildiyimi eləməsəm, öz verdiyim qərarın belə deyək də uğurunu və yaxud da çətinliyini yaşamasam, mən bunu nə vaxt edəcəm? Və mən nə vaxt düzgün qərar verdiyimi və yaxud da səhv qərar verdiyimi başa düşəcəm. Başa düşməyəcəm axı. Çünki həmişə mənə yönləndirmə olacaq, amma mən həmişə kiməsə ehtiyac olacaq. Gəl sən mənə icazə ver. Bir dəfə qoy mən öz verdiyim qərarın nəticəsini görüm ki, mən düzmü qərar verdim, səhvmi qərar verdim, nəyə görə səhv verdim, nəticə nə idi, oradan dərs çıxardım ki, mən yavaş-yavaş özümü də improve eləyim, inkişaf elətdirim və çalışım ki, maksimum səhv qərar verməyim. İnsan səhv qərarlar vermədikcə, o verdiyi qərarların çətinliyini yaşamadıqca heç vaxt düz qərar verə bilməz. Və məsələ budur. İnsanlar o dediyimiz adamlar
o öz qərarlarını heç vaxt verməyibdilər deyə düz qərar verib verə bilməyəcəyində fərqində deyirlər. Ona görə onlar da işi qarantiya oynayırlar ki, indiyə kimi valideynin verməyib, qoy indən sonra da valideynin versinlər. Düz olacaq, səhv olacaq. Yəni ən azından mən bir problem yaşamayacağam burada. Sonra da məni pis görməyəcək. Bu məsələ odur. Əslində biraz da bəzən öz qərarları vermək və öz bildiyini eləmək, əslində bu tərbiyəsizlik deyil. Bu sadəcə öz qərarlarının arxasında dura bilmək və düzgün qərar bilmə vərdişini inkişaf etdirməkdir. Və mən də bunu edirəm. Şükürlər olsun ki, hələ ki çox məni pis vəziyyətə salan bir qərarım olmayıbdı ki, mən bunu edeyim və çox pis vəziyyətə salam. Çünki qərarlarımı verəndə 100 ölçüb bir biçirəm. Yəni artıqlama eləyirəm. O da əvvəl yaşadığım çətinliklər və problemlər hamısının nəticəsidir ki, mən onu eləyə bilirəm və bu gün nəsə belə olanda, məsələn, çox böyük bir şey alıram da özümə, tutaq ki deyirəm. Maşın alıram. O investisiyanı həmişə evdə nə deyirlər? O pulu ora yatırınca ya başqa bir şey yatıra bilərdim. Gəlib ev alardın. Ev ala bilərdim. Əsas. Gəlib kredit ev alardın, ipotekaya ev ödəyərdin. Yəni amma məsələ budur ki, mən onun da fərqində oluram da. Yəni mən okey bu gün bax gedib 20 minlik maşın alacağam. O 20 mini bəli başqa yerdə yatıra bilərdim, amma okey də mən bu 20 mini qazanmaq üçün gör nə qədər əziyyət çəkmişəm. Və mən gecə gündüz işləyirəm də. Nə olar ki, bir dəfə də mən ən azından o 20 minlik hədiyyəni alaraq özümə elədiyim şeylərin nəticəsinin olduğunu görürəm. Ki, okey, bax mən uğurlu olmuşam. Bax bu ən azından mənim üçün kiçik bir uğurdur ki, mən bunu ala bilmişəmsə, demək daha yaxşısını eləyə bilərəm. Amma mən onu eləmədikcə, bilirsən, məni də motivasiya edən bir şey olmur da. Mən getdim ev aldım, qardaş, bir ev aldım, yaxşı. Getdin sonra biraz da pul yığdın, ikinci ev aldın, üçüncü ev aldın. Qardaş, 10 dənə evi nə edirsən ki sən? Günün sonunda da başını soxa biləcək bir ev lazımdır. Həm də biz heç bilmirik axı bizim 90 gün həyatımız qalıb, yoxsa 90 yaşınacan yaşayacağıq. Hələ qoy mən bunu eləyim. Bu mənə kiçik bir motivasiya verdi. Mən zaten bilirəm ki, mən bunu eləsəm daha yaxşısını eləmək üçün çalışacağam. Yəni mən bunu bilirəm, özümün fərqindəyəm bunun. Və dayanmayacaqsan. Və bunu eləsəm, o verdiyim misal üçün elə olur ki, mən gedirəm misal üçün 5 manatlıq bir şey alıram. Mənim əlimdə 6 manat pulum var cəmsi və mənim 5 manatlıqlara 1 manat pulum qalır. Amma mən bilirəm ki, mən yenə o 5 manatdan daha çoxunu qazanacağam. Yəni mən özümə əminəm o cəhətdən və ona görə onu eləməyə çalışıram. Mən bilsəm ki, mən onu qazana bilməyəcəm bir də pulu və mən o pulu qazanmaq, o uğuru qazanmaq mənim çox çətin olacaq. Yəni mən yenə də ağıllı qərar verirəm. Ona görə yəni hamı elə bilir ki, mən ani bir qərar verdim, durdum, getdim, amma elə deyil. Mən verdiyim ani qərarların arxasında nə qədər fikirləşirəm. Yatanda da fikirləşirəm ki, mən bunu eləmək nə qədər doğrudur və eləsəm nə qədər rahatlıq, mənə hansı yaxşılıqları, hansı rahatlığı, hansı çətinliyi olacaq bunun. Onun əsasında ölçüb biçirəm və görürəm ki, okey, mənə verəcəyi rahatçılıq, xoşbəxtlik daha çoxdur. Mən o qərarı atıram. Amma gün sonunda görsəm ki, mənə daha çətinlik yaradacaq. Əlbəttə ki, atmıram. Yəni sən ona artıq qərar versən də ki, okey, get elə, mən onu eləməyəcəm. Yəni məsələ budur. Prosta çöldən görünmür əlbəttə ki, bu bizim içimizdəki daxili fırtınalardır. Yəni biz bunu hər gün yaşayırıq. Və mən bilirəm ki, mənim kimi öz gələcəyini qurmaq istəyirəm. Bəlkə səndə də olur. Yəni bizim içimizdə bir fırtına var. Özümüzlə narazı ol və bizim içində həqiqətən bir ego var. Bizim içimizdə həqiqətən qarşı insanlara qarşı bir qəzəb var. O qəzəb əslində bizi yaxşı mənada qəzəbdir də bu. İntensivlik mi deyim, aqressiya, yəni intriqa var bizdə. İntriqa, hə, amma bu yaxşı mənada intriqadır. Biz bunu pis mənada kimisə belə deyək də, padalaq gəlmək üçün, dala çəkmək üçün eləmirik, bəli. Bizim intriqamız əslində özümüzlədir. Mənim intriqam özümlədir. Yəni soruşurlar, deyir məsələn, Zaur sənin idolun kimdir? Mənim idolum yoxdur. Sən kimə oxşamır? Qardaş, mən niyə kiməsə oxşayım ki? Bu həyatı bir dəfə yaşamısan da, qardaş. Düzdürmü? Sən niyə özünü kiməsə oxşadaraq yaşayasan ki bu həyatı? Onun həyatını niyə yaşamağa çalışırsan ki? Sən gəl özünlə yaşa. Çünki mənim də özümü kiməsə oxşatmaq istədiyim vaxtlar olub. Amma gün sonunda görmüşəm ki, mənasız bir şey. O da elə hamımız kimi adamdır da. Yəni onun da öz çatışması var. Yəni məsələ sən nədir? Onun da ideal olmadığını görürsən birazdan və özün də biraz xəyal qırıqlığına görə mən özümü kimə oxşadırdım mən. Mən kimə oxşatmağa çalışmışam özümü. Çox yaxşı. Yəni ona görə gəl özünü oxşat. Məsələn mən həmişə nə edirəm? Bu il misal üçün mən özüm üçün bir video çəkmişəm. Bunu heç kim bilmir. Bu ilin sonu dekabrın 31-i açıb baxacağım videodur. Mən orada ilin başında bəzi özüm üçün hədəflər qoymuşam ki, mən bunlara çatmalıyam. Dekabrın 31-də budilnik qoymuşam ki, dekabrın 31 ya dekabrın 31 ya da hansı gün. O mənə o budilniklə səslənəcək və mən video bir dəfə çəkmişəm və baxmamışam hələ ki, mən orada nə demişəm. Və mən açıb baxacağam görüm, mən o hədəflərimə çatmışam yoxsa yox. Və bunun üçün çalışıram. Yəni mənim yarışdığım adam özümün bir il əvvəlkisidir. Və mən bilirəm ki, məsələn, keçən ildən daha yaxşıyam bu il. Keçən il o bir ildən daha yaxşı idim. Mən istəyirəm ki, gələn il də bu ildən daha yaxşıyam. Daha çox qazanım, daha çox uğurlu olum, daha çox layihələrim olsun, daha çox insanlar olsun ətrafımda, daha çox mənə inanan adamlar olsun və bunun üçün çalışıram. Və o aradakı fərqi görmək məni daha da motivasiya edir. Yəni və çox insan bunun fərqində olmur ki, yəni mən nə etmək istəyirəm. Yəni bu mənim özüm üçün də bir rəqabətdir. Qoy mən bu rəqabəti eləyim, uğurlu olacağam. Və insanlara da məsləhətim odur ki, siz də əgər özünüzü kimə oxşatmaq istəyirsə, o elə özünüz olun. Kimdənsə də yarışmaq istəyirsə, o sizin keçmiş
siz Versiyanız olun. olsun. Bəli. Sizin 1-2, sizin 1A2 versiyanız olsun və siz onunla yarışın görüm. Onunla hal-hazırda aranızda fərq varmı? Sən bir il əvvəlki sənlə indiki sən arasında heç bir fərq yoxdursa, demək Çox böyük problemdir. və bu çox böyük problemdir. Demək sən inkişaf eləmirsən, sən yerində sayırsan və bu yaxşı bir şey deyil. Sən uğurlu olma potensialını, o sənə verilən vaxtı boşuna xərcləyirsən. Amma yox sən görürsən ki, keçən ilki uğurların, bu iki uğurların arasında dağlar qədər fərq var. Bu çox əla bir şeydir və bu sənin özünü motivasiya edəcək ki, sən daha çox inkişaf edəsən. Yəni məsələ budur. Prosta insanlar bunu dərk eləmir. Onlar elə bilirlər ki, uğurlu bir adam tapmaq lazımdır və ona oxşamaq lazımdır. Zaur var, Zaur uğurludur. Zaur kim olum? Zaur nədir? Arkadaş, bunu mən elədim. Mən sənə uğurumu göstərəcəm ha, amma onun arxasında çətinliyi göstərmirəm axı sən. Sən deyirsən ki, bu uğurlu oldu. Sən böyle sosial mediada aldanmaq lazım deyildi. Orada göstərilən şeylər hər şeyin 1%-idir. Yəni ki, məsələ hər bu şeyin ki, ən biz maraqlı, insanlar ən bunu yaxşı simulyasiya tərəfidir. edir. Və özü üçün çəkirlər də, yəni. Və sən deyə bilirsən ki, oy da pul qazanmaq, uğurlu olmaq bu qədər asan deyilmiş və Zaur bunu mənə çox rahat formada izah edəcək. Elə deyil. Yəni boş motivasiya verən nə qədər adam var. Mənim özümdə baxdığım şeylər var. Yəni ip atlanan oğlan motivasiya danışır. Sən də baxırsan ki, ip atlanan uğurlu olsan. Qardaş bu boş motivasiyadır. Yəni sən günün sonunda bilirsən, özün də dərk edirsən ki, bu mənasız bir şeydir. Yəni ona görə biraz da texnikdən danışan, biraz da reallıqdan danışan insanlara qulaq asmaq lazımdır və boş motivasiyaya inanmamaq lazımdır. Yəni real iş qoy ortaya. Kimə sözünü oxşatma. Bu səni məyus eləyəcək. Bu səni problemlərə sövq eləyəcək. Bu səni demotivasiya eləyəcək. Sən böyle pulla satan insanlar. İndi pulla sata bilərsən. O da mən bir şey demirəm. Hər kəsin öz düşüncəsidir. Günün sonunda da bir dəyər qatdığını, kimsə dəyər qatdığını fikirləşsin, niyə də satmasın ki? Yəni mən də belə deyək, kiber təhlükəsizlik öyrədirəm insanlara və mən də bunun kurslarını verirəm. Doğrumu? Yəni mən də bunu gün sonunda pulla verirəm də. Çünki mən burada əziyyət çəkəcəm. Mən burada əziyyət çəkəcəmsə, kimsə uğurlu eləməyə çalışıramsa, günün sonunda mənim gör nə qədər vaxtım aldı bu. Mən günümü, ayımı, bəlkə yeri gəlsə aylarımı, illərimi bu adama xərcləyirəm. Günün sonunda nəyə? Heç nəyə. O adam uğurlu ol getdisə bax, yəni belədir də, yəni mənim uğurlu olan ən qədər tələbəm var. Dövlət qurumlarında işləyən ən qədər tələbəm var. Özəl şirkətlərdə işləyən ən qədər tələbəm var. Mən sənə statistika deyirəm ki, o adamlardan hələ 3 və ya da 5 nəfər heç yoxdur ki, onlar mütəmadi məni yada salsın və ya da gəlsinlər desin ki, salam Melek, o vaxt səndən oturmuşduq, sən bizə dərs keçirdin, biz şey yoxdur. Yəni gəlir oyuna çıxır gedir. Yəni vecinə deyilsən. Belədir, həyatın axışı budur. Ona görə yəni, sən də nəsə qopartmalısan da oradan. Həm mən yaxşılıq edirəm, mən yaxşılıq mələyəm deyib də davrana bilməzsən də. Heç kim deyil o. Ona görə sən əziyyət çəkirsən. Bu sənin işindirsə, işini heç vaxt ucuza və pulsuz satmamalısan. Amma yəni satdığın bir şeyin də bir dəyəri olmalıdır. Yəni sən özün inanırsanmı ki, satdığın şeyin insanlara verdiyi dəyər çoxdur? Və sən fərqindəsənmi ki, kimsə sənin o verdiyin 5 manatı, satdığın 5 manatı çox əziyyətlə tapır və onu sənə axırıncı 5 manatı kimi verib çox böyük ümidlər və belə deyək də çox böyük arzularla onu sənə verir ki, hədəflərlə verir ki, mən bu 5 manatı verib bunlara nail olacağam. Yəni sənin dediyin şey real deyilsə, yəni əslində sən yaxşı bir şey eləmirsən, düz bir şey eləmirsən. İnsanı aldadırsan. İnsanları aldadırsan, bəli, sən xəyal satırsan. Yəni bunu eləməmək lazım. Mən ona görə həmişə reallığı danışıram insanlara. Gələn insanlar da olur. Məsələn bizim təlimlər olur, kirə verir təlimlər. Gəlir elə bir ki 5 ayın, 6 ayın sonunda bir təcrübəsi mütəxəssis olub 2000-3000 manat maaş alacaq. Mənim o ilk dərsim var. Özünü tanı dərsidir. Özünü tanı və tanıt. Kimsən sən və 6 ayda nə gözləməlisən? Mən bunu hamıya deyirəm. Elə adam o gidə gəlir deyir ki, mən biləkətliyi öyrənməyə gəlirəm. Elə bilir ki, biləkətliyi eləyərək, yəni illegal bir şeylər eləyərək uğurlu olacaq. Amma elə deyil axı. Yəni mən bunu ona deyirəm birinci dərsdə ki, anla, fərqində ol. Sən düşünürsənsə ki, gəl burada 6 ay nəsə öyrənib, dərsə gəlib, dərsdən gedib, günün sonunda uğurlu olacaqsan, hələ elə bir insan olmayıbdı. Yəni üzərində işləməlisən. Bunun fərqində ol. Fərqində deyilsənsə də və fərqində olmayaraq da bu yola çıxmaq istəyirsənsə, çıxma. Get nə zaman fərqində olsan, nə zaman öz üzərində çalışmaq istəsən və özün üçün nəsə eləmək istəsən, onda gəl. Tələbələrindən danışdın. Kiber təhlükəsizliklə sən belə deyək də birinci pulunu nə vaxt qazandın və millisə ümumiyyətlə necə yarandı? Mən çünki belə başlayıram ki, ən əsas proyektin hal-hazırda odur. Bəli. Və belə başlayıram ki, universitetdə oxuduğum vaxt yaranıb. Bəli. Mən ilk şirkətimi 19 yaşımda qurmuşam. Yox, 18 yaşımda qurmuşam. Və mənim üçün çox çətin idi. Nə çətin idi? Çünki mən heç vaxt şirkət qurmamışam. Mən mühasibatda necə olduğunu bilmirəm. Hələ ki pul idarə edə bilmirəm. O vaxtı şəxsi inkişafla bağlı və pul idarəsi ilə bağlı videolara da çox baxırdım. Bəzi kitablarda oxumuşam bununla bağlı. Hətta mən belə deyək də kitab oxuyan bir adam deyiləm. Kitab oxumaqdan da düzü deyim, xoşum gəlmir. Zövq almısan. Hə, zövq ala bilmirəm. Yəni bu mənim xasiyyətim, bilmirəm niyə görə. Məsələn, mən oxuduğum və ən çox zövq aldığım kitab, hələ də yaxşı ki o kitabı oxumuşam dediyim kitab Varlı Ata Kasıbada kitabı. Klassik. Bunu çox oxuyur. Hə, çox adam oxuyur. Mən də elə hamıdan eşitdim, bunu oxudum. Və həqiqətən də mənim üçün xeyri dəydi onun. Ən azından məsələ bilirsən nədir? Mənim pulu idarə etməyin
necə idarə etmək olduğunu, niyə görə idarə etmək olduğunu, varlı insanı düşün. Bax, mənim hətta varlı insan yoxdur. Ona görə mən onun düşüncəsini öyrənə bilməzdim. Ondan məsləhət ala bilməzdim deyə. Mənim bunu edə biləcəyim şey videolardan və kitablardan, məqalələrdən oxumaq idi bunu. Və mən o şəkildə oxudum və biraz anlamağa çalışdım ki, bunu necə idarə etmək lazımdır. Və onu birbaşa öz biznesimə təsir edirdim. Mən Milseki startup kimi qururdum. Əslində Milseki qurmağın tək istəyim o idi ki, ilk başlarda. Milsek elə bir onlayn platforma olsun ki, orada hər kəs girsin, kiber təhlükəsizliyi öyrənsin, lablar işləsin və çox cüzi məbləğlər ödəsin. Bunu eləməyin tək səbəbi bunu kurs kimi deməyək, bir ekosistem kimi, kiber ekosistem kimi və bu daim inkişaf eləsin. Bunu eləməyimin də tək səbəbi o idi ki, mən bilirdim ki, mənim kimi kənddə olan insanlar, əli belə deyək də, kiber kurslara çatmayan, hər hansı maddi imkanı olmayan en qədər insan var. Və bunu rahat formada eləyə biləcək, Bakıda olmayan insanlara da fayda verəcək şey budur. Və mən bunun üçün çalışırdım. Bunu eləməyə çalışırdım. Əlbəttə ki, Azərbaycanda startup məntiqi də o qədər mükəmməl işləyir ki, heç kimin belə vecin olmadı. Hətta kiberlə məşğul olan insanlar belə görmüşdüm mən. Yadıma gəlmən startuplarda iştirak edirdim. Elə ondan sonra bir neçə startupda iştirak edəndən sonra mən dedim ki, Azərbaycanda startup məntiqi yox. Forumlarda iştirak edirdim. Bildiyin startuplarda. Gedib. Hekatonlar olurdu, startup yarışları olurdu. Sən orada startup fikrini çıxardırdın ki, sənə dəyərləndirsinlər. Yəni təsəvvürlə mənim startupım, bu qurduğum şey onlayn platform üzərinə artıq kurslar satılır, insanlar gəlirlər, fayda görürlər. 2000-dən çox adam var. Yəni bu işləyir də. Buna biraz mənə dəstək olan lazımdır ki, bunun serverlərini alım, bunun lablarını qurum ki, tam onlayn olsun hər şey və müəllimlər təsəvvürlə onlayn gələcəklər, öyrədəcəklər, uşaqlar kənddə oturaraq və yaxud da evdən çıxmayaraq bunu rahat öyrənə biləcəklər. Sən də bir startup olaraq, yəni həm hazır produktun var idi, həm bəli, mən pul qazanırdım. Yəni mən gəlib orada təsəvvürlə belə aşüzənə oxşayan bir şey gəlibdi, nə bilim, duşakabinə oxşayan bir şey gətiriblər ora. Heç bir pul qazanmır, ortada heç nə yoxdur. Yəni duşakabinin üstünə nəsə bağlayıb gətiriblər. Bir şey yoxdur. Hə, yəni mənim biznesim amma pul qazanır da qardaş. Sən nə olar ki? Mən səndən çox bir şey istəmirəm. Bunu dəstək olun, mənə kömək edin. Və orada təsəvvürlə oturub adamlar, yəni paradoksa bax da, yəni 5 nəfər oturub heç birinin kiber təhlükəsizlikdən və startup qurmaqdan çox da fikirləri yoxdur. Biri hardasa müəllimdir, biri hardasa işçidir, biri nədir? Yəni adamların öz verdiyi fikirlər yoxdur. Amma orada bir nəfər kiber təhlükəsizlik mütəxəssisi var idi və o bir rəhbər idi bilmə belə deyək. Mənim ümidim ona idi. Ki o adam versə, o adam verəcək, ən azından rəy verəcək. Və o adam da çox etinasız yanaşdı. Yəni belə deyim, heç belə çönüb də baxmadı da sənə ki, yəni bunun nəsə kiberdən danışır. Yəni ondan sonra anladım ki, okey, kiber və onunla bağlı layihələr və startup mühiti Azərbaycanda biraz çətindir. Mən öz fikirlərimi gedib onlara deyib, onların doğru məsləhət ala bilmərəm. Ona görə ki, startupların başını buraxdım. Məsələn, özüm əlimdən gələn formada başladım inkişaf elətdirməyə. Getdim kursun içində kurs götürdüm. 2 dənə otaq götürdüm. Birincisi 700 manata. Deyə bilərsən ki, pulu hardan qazanırdın? 700 manat necə gəldin çıxdı? Mən Meduzada işləyirdim. Meduzada kiber təhlükəsizlik mütəxəssisi kimi işləyirdim. Pentester kimi işləyirdim. Oradan aylıq 300 manat maaş alırdım. Belə təcrübəsi kimi başlamışdım. Və 300 manat da yığırdım. Biraz da sosial medianın və Instagram gücünü oradan anladım mən. Yəni pulumu yığdım. Getdim danışdım adamlarla ki, bax, mən sizdən otaq götürəcəm. Bəs mənə də bu imkan verin. Mən də həm də oraları dəstəyirdim. Həm sizə dəstəyəcəm, həm də mənə də buradan otaq verin. Aylıq 700 manata mən 2 dənə otağı götürüm. Və mən əmrin olan bütün pulu götürdüm, qoydum onlayn təlimə. Birincisi onlayn təlimə. Hətta bu otağı götürməmişdən əvvəldə. Bir 6 ay onlayn başladım. Məqsədim nə idi? Bunu bir təcrübə eləmək. 70 manat, 60 manat. Hansı ki, onlayn təlimin qiymətini qoydum. Və inan mənə hamı gülməyə başladı. Ki, çox ucuzdur. Bu nədir abi keçir? Bütün kiberin bazarını öldürür. Bu mənasız bir şeydir. Yəni belə. Amma mənim məqsədim orada pul qazanmaq deyildi. Mən həm təcrübə qazanmaq, həm də orada insandan yığmaq və mən bunu bacarmayacağımı yoxlamaq idi. Və çox uğurlu oldu. Mən Instagram reklam qoydum. $100 reklam o vaxtı. Hardasa 2022. O vaxt $100 reklamla mən 1800 manat aylıq pul qazanırdım. Və mən gördüm ki, $100 pul mənə 1800 manat pul qazandırdı. Bu nə gözəldir. Daha çoxunu eləmək olar. Və nə elədim? Başladım bunu artırmağa və risk elədim, getdim pulumu götürdüm, qoydum və ilk dəfə əyani təlim götürdüm. Təsəvvürlə mən reklam qoymuşam, kursların reklamları gedir. Mənim hələ dərs keçəcəyim yer yoxdur. Mən təqribi bilirəm ki, 28-də keçəcəm, af biznesdə keçəcəm. Amma orada da keçəcəm, keçməyəcəm, olunacaq, alınmayacağımı bilmirəm. Prosta sözləşmişik, bilirik ki, belədir. Yəni heç nə götürməmişəm. Dərs başlayacaq, prosta gələcəm ora. Və çox yaxşı da oldu. Bütün pulumu qoydum ora.
ki oradan uğurlu ola biləcəyimi düşünürəm. Targetingi zaten təsəvvürlə həmişə özüm edirəm. Bu özü də mənim üçün yaxşıdır. Bu gün mən targetingi mənim üçün başqa adamlar edirəm. Mən hər şey başım çıxır və bilirəm nəyi nə etmək lazımdır və mən ona görə mənim üçün yaxşıdır ki, onlar məni aldada bilməz bu cəhətdə. Mən çünki işi bilirəm. Mən eləmişəm bunu daha əvvəldə. Nəticələrində nə ola biləcəyini bilirəm. Sən gəl mənə desən ki, 5 manatdan yox, 10 müştəri əldə etmək olur, 20 olmur. Mən sənə onu qarantə edə bilərəm ki, mən 20-ni əldə eləmişəm. Sən mən gəlib bu yolun o nağıl danışa bilməzsən də. Mən bilirəm o işi. Ən azından sənin qədər olmasa da bilirəm. Ona görə nağıl danışma, işini gör. Bax mən onu elədim və kütləni yığdım. Bir müddət reklamlarımı təsəvvürlə özüm qoyuram, videoları özüm çəkirəm, editləri özüm eləyirəm, gələnləri özüm yazıram. Yəni təsəvvürlə mən səhərdən axşama kimi universitet, indi çox adam deyir, universitetə gedirəm, vaxtım olmur. Necə vaxtın olmur? Bəhanədir. Mən universitetə gedirdim. Milseki də qurmağa çalışırdım. Dərslərimi də keçirdim. Meduzaya da gedirdim. İdmana da gedirdim. Mən o vaxt çox fit idim. Düzdür, bu gün fit olmasam da o vaxt çox yaxşı fit idi bədənim. O vaxt fit idim yəni. Və mən bu 5-6 dənə şeyi hamısını bir yerdə edirdim. Bu gün kimsə gəlib deyəndə ki, universitetdən çox vaxtım qalmır mən nəysə. Yəni mən onu bilirəm ki, bu adam time managementi sıfırdır demək. Və yaxud da bu adam çox bekardır. Həm bəhanədir də o, yəni bəhanədir, ki, əlbəttə istəsən bəhanədir. sıravından vaxt tapa, yəni istəsən vaxt tapacaqsan. Yəni təsəvvür elə mən orada artıq yavaş-yavaş işçilər götürdüm. O işçiləri idarə etmək, olan məsuliyyətini idarə etmək. Yəni mən artıq bildim fiziki bir biznes qurdum. Yəni artıq bu gün mənim 20-yə yaxın işçim var. Bəlkə də daha çox, indi fərqli şirkətlərdə də. Bu gün Milsek var, bu gün Invicta var. Invicta agency'si var. Invicta agency'sində mən şəriklərlə, məsəl üçün o özü də bir təcrübə idi ki, mən o fürsət dəyərləndirdim, özümə şərik tapdım. Uğurlu bir şərik, məndən eyni mindsetdə ola biləcək insanı tapdım. Onlarla yola çıxdım. Bu gün də xoşbəxtik bir-birimizlə yola çıxdığımıza görə. Pul azdan çoxdan qazanırıq. Yəni bu gün mən Invicta var, Invicta içində detektiv var, Invicta agency'si var. Carfy var, inkişaf etdirməyə çalışdığımız layihədir. Milsek deyən 4-5 paralel şirkətlə, layihə ilə işləyirik və onlardan ikisi üçü pul qazandırır bizə. Düzdür, əsas gəlir mənbəyimiz Milsekdir, mənim Milsekdir. Invicta Agency də ondan sonra detektiv, hansı ki, buradan çıxandan sonra onunla bağlı görüşə gedəcəm və mən bilirəm ki, çox sağ ol. Mən bilirəm ki, onu biz tuturdursaq, o da bizim üçün çox yaxşı bir imkan olacaq. Və 2 ildən çoxdur ki, biz ona pul xərcləyirik. 40 mindən, 50 mindən yuxarı pul xərcləmişik ona. Bir qəpik pul qazanmamışıq hələ ki. Amma biz davam edirik. Yəni bu bizi demotivasiya eləmir. Çünki biz uğurlu olacağımıza inanırıq. Və uğurlu olan anda da bizim üçün artıq o çəkdiyimiz əziyyətlərin belə deyək də bir dəyəri olacaq ki, biz yaxşı ki bu əziyyətləri çəkmişik, biz heyfslənməyəcəyik və bu gün də heyfslənmirik. Düzdür, arada demotivasiya oluruq. Ki, niyə olmur? Niyə şirkətlər belədir? Etinasız yanaşırlar belə bir şey. Azərbaycan proyekti, amma yəni deyirik ki, okey də bizə günün sonunda inanan bir nəfər olacaq. Əlaqələr salacağıq ortaya, görüşlərə gedəcəyik. Yəni mənim belə pis çıxmasının şəriklərlə birlikdə girmədiyim general qalmayıb yanına. Gedirik, danışırıq, təqdimat yerə çıxırıq, gedirik şirkət rəhbərlərinin yanına, onlara təqdimat edirik. Yəni CEO-lar, CTO-lar, zırt-pırt ki, bizə inansınlar və bizim layihəni götürmək istəsinlər. Artıq yavaş-yavaş işartı var ondan bağlı ki, toxumları elə bir ki, səpmişik, onlar düzəlir yavaş-yavaş və bizim inanımız daha da artır ki, okey, biz bunu satacağıq kiməsə və kimsə bizə inanacaq. Bu B2B-də də daha çox. B2B-yə keçməmişdən qabaq mənə bir şey çox maraqlandır həmişə. Çünki founderlar üçün və məsələn təəssüsçülər üçün vacib məqam işçilərdir də. Birincisi, mən araşdırmamı eləmişəm, sizin təlimçilərin bir çoxu məsələn köhnə bank işçiləridir və əsl real praktik bilikləri və bacarıqları olan insanlardır. Sən bunu əvvəlcədən başa düşürdün ki, belə insanları yığmaq lazımdır ətrafına, yoxsa bu yəni kollektivi yığmağı səhvlərin üstündə öyrəndin, necə başa düşdün? Bax mən belə deyim də, mən bu gün çox inanıram ki, Milsekə yığdığımız insanlar həqiqətən işin əhli insanlardır və onlar öyrətməyi çox yaxşı bacaran insanlardır. Əlbəttə ki, texniki təcrübənin olmağı, real infrastrukturu nəyisə görmək çox önəmlidir. Və ikinci bir məsələ də, amma burada bir önəmli bir məqam da var ki, hər texniki adam da öyrədə bilməz. Razıyam. Yəni mən ona görə elə bir adam tapmalıyam ki, o çox yaxşı texniki bacarığı da bilir, çox yaxşı öyrətməyi də bacarır. Və mən onu özümə tətbiq eləməliyəm və mən elə insanları seçmişəm. Belə insanları tapmaq və şey eləmək çox çətin məsələdir. Çox yaxşı texniki adamlar var ki, onlar əjdahadırlar, onlar canavarlar, onlar sən Liboy sistemi ver, onlar qursunlar, dağıtsınlar, töksünlər onu. Hekləsinlər, çıxsınlar da yeri gəlsə və yaxud olan hər cür təhlükəsini qorusunlar. Amma adama dinən gəl bunları öyrət kiməsə adam duruxub qalar. Adam danışmağı bacarmır. Evdə insan var ki, heç nə bacarmır, heç bir uğuru da yoxdur. Amma elə danışsın ki, sən onu inan. Yəni ki, oyda bu adam canavar olacaq. Yəqin ki, canavardır. Yəni, ən azından danışdıqlarını, amma texnik tərəfi yəni görsən ki, yox da bu adamın dedikləri boş bir şeylərdir. Məsələ odur. Amma mən indi eləmirəm, bayaq dediyim o ikisi də bir adamda olsun. Və elə adamları tapım, onları bir sınayım. Ona görə misal üçün
Bu dəqiqə yığdığım kollektiv yaxşıdır. Əlbəttə ki, səhv qərarlar verdiyim insanlar da olub. Bir ay, 2 ay baxmışıq ki, yox da bu adama deyil. Amma onu dayandırmışıq ki, okey, sən yolumuzu ayıraq. Amma bu gün burada yığdığımız adamlar, bəli, çətin seçdiyim adamlar, hamısının qərarını mən verirəm. Hamısını mən seçirəm, mən baxıram, mən soruşuram, davranışına baxıram, tələbələrdən rəyini alıram, insanlardan rəyini alıram. İşlədiyimiz insanların da, bir dəqiqə məsəl üçün Invicta Agency tərəfdə biz orada da B2B işləyirik. Orada da mütəxəssis tapmaq. Ümumiyyətlə mütəxəssis tapmaq və sənə lazım olan mütəxəssis tapmaq çox çətin məsələdir. Azərbaycanda sən burada. Bəli, misal üçün orada biz görürük də, bizim üçün əsas prioritet məsələlərdən biri. Bax, mən heç bir şeykəndə ali təhsilə fikir verməmişəm. Ki bu adamın ali təhsili olsun yoxsa yox. Məsələn, Invicta Agency tərəfdə insanlar var ki, heç mən bilmirəm onların ali təhsil səviyyəsi var yoxsa yoxdur. Onlar universitetdə oxuyurlar, oxumurlar. Heç birindən xəbərim yoxdur. Çünki mənim verdiyim qərarların və götürdüyüm insanların arxasında bir şey durur. Burada mənim bir layihəm var, mənim bir proyektim var, bizim bir məqsədimiz var. O məqsədə çatmaq üçün mənə insanlar lazım, kömək edə biləcək. Sən onu bacarırsan yoxsa yox? Sən mənə qatqı verə biləcəksən nədəsə, hər hansı bir bacarığından yoxsa yox. Biznesimə kömək edə biləcəksən yoxsa yox. Sən də qazanacaqsan, mən də qazanacağam, yoxsa yox. Bu sualların cavabı hədirsə mən o adamı işə götürürəm. Fərqi yoxdur, necədir, nədir. Amma yox, bu adam bacarmırsa onu, istəyirsən Oxford-u qutar, istəyirsən ən yaxşı diplomları sən qazan, mənim üçün heç bir mənası yoxdur. Sənin qazandığın və əldə etdiyin diplomların. Məsələ budur. Yəni dediyim kimi səhv qərarlar olub. Mənasız yerə insanlara pul verdiyim, ümid bəslədiyim. Mən özümə həmişə deyirəm, həmişə də başqalarına demişəm ki, mən insanlara çox şans verən adamam. Yəni belə insan var ki, məsələn, onunla qarşı bir dəfə səhv elə, o sənin silsini açsın, qırağı tullasın. Sənə heç bir ikinci şansı verməz. Elə insanlar da var ki, misal üçün mənim üçün. Sən bir dəfə səhv elə, mən deyərəm eybi yoxdur, düzələr. 2 dəfə səhv elə, deyərəm eybi yoxdur. Yəni insanlara eləyəcəksən, düz olacaq, hə. İnanıram ki, sən doğrunu eləyəcəksən. 3 dəfə eləyərsən, yenə deyərəm ki, ayda niyə belə elədin? Eybi yoxdur, yenə düzələr. 4-cü dəfə artıq deyirəm ki, hə, yox, sən düzəlməyəcəksən. Mən elə şans verdiyim işçilərim çox olub. Yəni adamla işləmişik, çalışmışıq, məsləhət vermişik. Elə də bunu elə görürəm ki, yoxdur adamın qram marağında deyil sənin məqsədlərin, hədəflərin. Düzdür, kiminsə də deyə bilmərik ki, mənim məqsədim var, sən mənim məqsədim üçün çalış, amma günün sonunda qardaş, ən azından işin məsuliyyətli görə bilərsən. İşini gör. Mənə lazım olan şey işini gördür. Yəni sənə bir deadline vermişəm. Mən sənə demirəm ki, 9-dan 6-ya burada dur. Mən sənə klassik iş mühiti vermirəm ki, rahatçılıq verirəm məsələn. Yəni mən bu dəqiqə satış mütəxəssislərim var. Hamısına bonus işləyirəm. Və hamısına bonus verirəm. Çünki bilirəm ki, bir satış mütəxəssisinin heç vaxt razılaşmayacağı bir şey olmalıdır ki, standart maaş. Sən çox sat, çox qazan. Və mən həqiqətən də deyə bilərəm ki, bizim satış mütəxəssisləri həqiqətən də çox yaxşı qazanırlar. Azərbaycanda yəni belə deyək də, böyük şirkətlərin verdiyi bonuslar və mənim verdiyim bonusların yanına bax, hansı ki mən çox da böyük bir şirkətəm, balaca bir şirkətəm də. Amma yan-yana qoysan deyirsən ki, bu adam qazandırır da mütəxəssislərinə. Və onlar da ona görə razıdırlar. Çünki mənim istədiyim bir şey, mən adam seçdimsə ondan uzun müddətli getməkdir. O işi bişsin, öyrənsin və bizə sadiq olsun. Və hamımız bir yerdə qalib gəliriz. Hamı gün sonunda uğur olanda o da desin ki, abi 1 ildir, 2 ildir burada əziyyət çəkirik və uğurumuz oldu. Bu bizim uğurdur da. Yəni o adam da deməsin ki, ayda yaxşı bir vakansiya olsaydı çıxardım buradan. Canım qurtarardı. Girin boş-boş CV atım da. Fikirləşməsin elə şeylər. Bu adam iş tapmaq dərdi olmasın. Zaten işləyirsən də sən. Bu adam daha çox qazanmaq dərdi başqa yerdə olmasın, burada olsun. Və burada qazansın. Ona görə mən maksimum onu eləməyə çalışıram və bəlkə də bu rəhbər cəhətdən yaxşı bir yanaşma deyil ki, məsələn, ki biznesində belə şeylərə önəm vermək, amma bir liderin olmalı olduğu bacarıqdır deyə. O müdür anlayışı var da bizə, müdür, sərt müdür olmasın. Elə bir şey mən razı deyirəm. Sərt müdür olmalı deyilsən. Anlayışlı olmalı. İnsanlara empati qurmadığın sürəcə, onlarla hər hansı bir dərdinə də yeri gələndə şərik olmadığın sürəcə, bu gün Faiq sənin dərdin nədir? Ən azından yalandan da olsa sual vermədiyin sürəcə o insanlar sənə bağlı qalmayacaqlar. Ola biləcəklər ki, sənin üçün onsuz da olan dərdi, səri heç bir şey önəmli deyil. Yəni o bilir ki, sən də prosta işçisən. Sənin kimi də 1000 dənə var. Düzdür? Əvəz edilməz insan yoxdur. O heç. Amma yenə də səninlə olan insanlar ən azından burdadır. Yəni sənin komanda yoldaşlarındır. Yəni sən onları qul kimi işlətmirsənsə, ən azından onlara bir dərdinə şərik olmalısın arada. Kömək də sən eləməlisən ki, o insanlar sənə bağlı olsun. Onlar bilsinlər ki, sən onlara dəstək olursan, onlar da sənə dəstək olmağa çalışır. Mən bunu eləməyə çalışmışam həmişə. Sağlam iş mühiti olsun, toksik iş mühiti olmasın. Və eyni şəkildə komanda yoldaşları da bir-birinə. Yəni, bunu eləyən insanlar mənimlə həmişə işləyir və mən ona görə bu kimi mesləkdə rahatam. Ki, o insanları qurmuşam. Yəni də ehtiyacı olur, əlbəttə araşdırıram, tapıram. Yeri yanında öz tələbələrimizdən götürürəm, şans verirəm. Invicta Agency-dədir. Gələndə baxırıq. İnsanın keyfiyyətlərinə, davranışına, səmimiyyətinə. Heç kimdən hələ bir soruşmamışıq. Sənin ali təhsilin nədir? Sən hansı diplomlar var? Get görək. İş təcrübən var? Yoxdur. Bəs göstərə biləcəyin nəsə var? Var. Göstər görüm. Okey, əla. Bunun üzərində biz işləyib daha yaxşı elətdirə bilərik bu adam, elətdirə bilərik. Adamın öyrənmə həvəsi var? Var. Ortaya yaxşı bir məhsul çıxardacağıq? Hə. Bu adam özü bir məhsul kimi bizə xeyir verəcək? Bəli. Gəl işə başla. Bizim yanaşmamız budur. Millisakın ikinci ən əsas tərəfi də
sən və əməkdaşları qoyduq qırağa tələbələrin özləridir və tələbələrin uğurlarıdır. Bu yaxınlarda xəbərlərdə yəqin bir çox insan görüb Şıxəli Cəmalzadə, Bəli. səhv eləmirəmsə, 16 yaşında WordPress-də Zero Day tapıb, düz deyirəm də, yəni kiber təhlükəsizlikdən çox başım çıxmır amma və sənin məsələn bir çox tələbən gəlirlər Azərbaycanda böyük şirkətlərdə holdinglərin altında olan şirkətlər, məsələn Azən Telekomda işləyirlər. Bəziləri gəlirlər sizin göstərdiyiniz nəticə, yəni sizin komanda olaraq göstərdiyiniz nəticələrlə aldıqları uğurlar sayəsində gəlirlər Amerikada, İngiltərədə universitetlərə qəbul olurlar. Sənin özün üçün bu nəticələr necə hiss olunur? Yəni nə hiss edirsən bu şeyləri eşidəndə? Yəni məhz belə deyim də sənə, bax mənim üçün əslində onun verdiyi xoşbəxtliyin yeri daha fərqlidir. Onun verdiyi və mənim uğurluyam hissinə qapılma şeyim daha fərqlidir. Nəinki mən o biznesin daha çox pul qazananda. Yəni mən həmişə bir dənə yenə dediyim kimi MSK çıxanda bir dənə amacım var idi ki, insanları uğurlu eləyim necəsə bir yolla. Və ona görə məsəl üçün bu gün də MSK-in verdiyi xidmət bazarda digər xidmətlərlə baxanda, bəli, kiməsə görə baha ola bilər, amma çox yerdən də aşağıdır və ortalama bir xidmətdir. Mən bunu daha baha sata bilərəmmi? Sata bilərəm. Amma yenə dediyim kimi mənim məqsədim orada insanlara baha hər hansı bir xidməti satmaq deyil. O insanların uğuruna şərik olmaqdır. Və biraz da məsələ nədir? MSK-də indiyə kimi deyil, son 1 il ərzində, son 1 ilə kimi biz elədiyimiz və qazandığımız nailiyyətləri çox paylaşmırdıq. Bizim o qədər işləyən uşaqlar olurdu ki, bizim o qədər uğur qazanan uşaqlar, o qədər universitetlərdə gəlib belə qəbul olunan, xarici universitetdə qəbul olunan yoldaşlar olurdu ki, boşluq tapan yoldaşlar, heç birini paylaşmırdıq. Amma bir tərəfdən deyə bilərsiniz ki, nəyə görə paylaşırsan? Yəni sən uğuru qazanmısan da onsuz da. Amma ikinci tərəfdən də yəni bu bir biznessə, biznes insanlar görməlidir və sənə güvənməlidir. Xəbərləri olmalıdır. Dəxilsiz yerlər elə marketinq edirlər ki, inan, yəni adamlar özləri belə bilirlər ki, onların verdiyi şey, verdiyi xidmət çox da yaxşı bir xidmət deyil. Amma marketinqlə elə qəşəng edirlər ki, hamı inanır. Heç onlardan yaxşısı Azərbaycanda yoxdur. Ona görə biz də biraz marketinq tərəfə yönəldik. Belə deyək ki, azdan çoxdan ən azından istəyən adamlara, bizim 20 nəfər tələbə işə qəbul olursa, onlardan 5-in 6-sını paylaşa bilirik biz. Yəni çoxusu deyir ki, istəmirik. Yəni istəməyənə də məcburən paylaşa bilməzsən axı. Ona görə deyək ki, istəyənləri qoy bir dənə paylaşaq. Ən azından insanlar çöldən baxan adam görsün ki, okey də burada uğurlu qazanmaq olur. Real nəticə olur. Bəli, yəni çünki məni tanıyan adam bilir ki, biz uğurluyuq. MSK tanıyan adam ağızdan ağıza işləyən. Bu dəqiqə şükürlər olsun ki, mən çox şadam və məmnunam ki, hara getsəm MSK tanıyırlar. Mən bu gün Invicta adı ilə də harasa gedəndə, biz deyəndə ki, Invicta heç kim tanımır. Biz deyəndə MSK, hansı tanıyırlar MSK? Hə, MSK tanıyırıq MSK. Hə, bilirik. Zaur Qasımov, hə, bilirik falan kəs. Invicta deyəndə arxasında Zaurun olduğunu da bilirlər. Bu mənim üçün də bir uğurdur, bir fərəhdir, bir qürurdur. Həm də ki, gördüyüm işin də faydalı olduğunu bilirəm. Okey, demək orada da MSK tanıyırlarsa və bu yaxşı mənada tanıyırlarsa, gözəl, mən bacarım. Əlbəttə ki, kimsə görəndə ki, MSK-in uğuru və MSK tez müddətdə uğurlu oldu, kimsə palçıq atmaq istəyəcək. Bu olacaq. Bu hamısında belədir. Hər kəs üçün belədir. Mənim üçün də belədir. Həmişə olacaq. Yəni kimsə deyəcək ki, yox, MSK yaxşı yer deyil. Orada niyə girsən? Orada çox tələbə var. Orada mən görürəm arada girirəm. Mən çox yaxşı gözləmciyəm. Yəni verdiyim xidmətin feedbacklərini həmişə Instagramda maraqlanıram, TikTokda maraqlanıram, insanların nə paylaşdığını görürəm. Yəni orada çox bəzən ədalətsiz və mənasız bir rəylər görə bilirəm arada. Yəni MSK-la əlaqəsi olmayan adamlar bəzi hallarda, düzdür, çox az bir hallarda olur, amma bəzi hallarda görürəm ki, çox belə dəxilsiz və MSK-a aid olmayan bir rəy yazır da ora. Yəni, elə bir şey yoxdur əslində. Amma bilirəm ki, ona da kimsə deyib onu. O da elə qəbul edeyim. Ona görə mən həmişə insanlara dediyim şey odur ki, adları da yazıram. Ki, qardaş, qapımız açıqdır. İstədiyin vaxt durub gələ bilərsən, bizdən məsləhətləşə bilərsən, bizim ortamı görə bilərsən. Bu tam ödənişsizdir. Dur gəl, gör, ondan sonra MSK haqqında qərarı ver ki, MSK nə qədər yaxşıdır və ya nə qədər pisdir. Məsələ budur. Bizim istədiyimiz şey o adamların uğurlu olmağıdır. Və o adamlar uğurlu olursa biz artıq düz yolda getdiyimizə inanırıq. Düz kollektivlə getdiyimizə inanırıq və elə Şıxəlin özü də olsun. Şıxəlin 16 yaşı var. Şıxəl əslində nəyin sübutudur? Şıxəl əslində onun sübutudur ki, çox adam elə bilir ki, universitet oxumasan, çox adam elə bilir ki, belə deyək də, yaşın yüksək olmasa, çox olmasa uğur qazanamazsan. Şıxəli, məsəl üçün, onun nümunəsi ki, 16 yaşında da zero day tapmaq olur. Və yaxud da universitet tələbələri. Gələn çox adam elə bilir ki, diplomun olmasa, 4-cü kursu qurtarmasan, 3-cü kursu qurtarmasan, işləyə bilməzsən. Mənim 2-ci kursda işləyən ən qədər tələbəm var. Onlar hamısı sübutudur ki, universitet diplomu olmadan və universiteti bitirmədən işləmək olur. Kurs tələbəsi işləyə bilər. Başqa bir məsələ, ümumiyyətlə təhsil olmayan adamlar olur. Yəni, kollec tələbəsi adam. Və yaxud da hərbisi yoxdur. Elə bilirlər ki, işləyə bilməzlər.
mənim o işləyən tələbələrim başqaları üçün motivasiyadır və başqaları üçün bir belə deyək də, bir çıxış yoludur ki, onlar eləyibsə mən də eləyə bilərəm. Və bunları da göstərmək lazımdır. Və mən bunu biraz gec başa düşdüm ki, bunları göstərmək lazımdır, insanlara biraz motivasiya olsun və insanlar özlərini inansınlar ki, X bir adam eləyibsə mən də eləyə bilərəm. Məsələ odur. Və əlbəttə ki, yenə də görürsən ki, məsələn, Şıxali və başqa bir yoldaş da var, Fərid. Hansı ki, onu düzdür, paylaşmamışıq deyirsən. 20 yaşında 20-dən zero day tapıb adam. Yəni zero day dediyim şey də çox da asan bir şey deyil də. Yəni bunu indi kiberdə olanlar bilir. Zero day tapmaq özü də bir uğurdur. Mən baxıram ki, ona da palçıq atan adam var. Yəni qardaş, az danış, get sən də eynisinədə, get eynisinədə, gəl sonra bir-birimizin belə deyək də, iki qoş bir-birinin şeyləsində görək hansı qalib gələcək burada. Yəni sən onu eləmirsən, sən niyə palçıq atırsan ki başqasına? Adam uğurludur, öz uğurunu paylaşır, istəyir ki, ona dəstək olanlar çox olsun ki, o da motivasiya olsun bundan, daha çoxunu bacarsın. Və yeri yanında ona düzgün məsləhət versin. Sən ona palçıq ataraq onu niyə motivasiyayla salmağa çalışırsan? Yəni belə insanlarda mən heç xoşum gəlmir və eyni ortamda olmaq istəmədiyim adamlardır. Yəni bu adamlar sənə demotivasiya verməkdən başqa heç nəyə bacarmırlar. Bu adamın işi odur və kimisə uğurlu olmağını da istəmirlərsə, o adamdan maksimum uzaq ol. At bloka. Yəni sosial mediada bir adamdan qurtulmaq ən rahat yoludur. Mən inanırsan indiyə kimi heç kim bloka atmırdım. Amma şu bloka atıram. Çünki bilirəm ki, mən adamın rəyini gördüm, okey. Mən ona cavab verəcəm, düzdürmü? Bu adam zaten ağılsızdır. Bu adam məni tanıyır? Yox. Bu adam mənim biznesimi bilir? Yox. Mən çəkdiyim əziyyəti bilir? Yox. Mən adama nə şərh yazacağam? Şərh yazsam o fikrindən dönəcək? Yox. Ən yaxşı yol nədir? At bloka. Yəni uzaqlaş deyib ki, səndən kimsə mənasız danışır, çıxdın dəyişdin otağı, getdin başqa. O adam görməyəcəksən bir də. Yəni məsələ odur. Qardaş atın bloka. Özünüzü elə mənasız insanlara görə yormayın. Vaxtınızı xərcləməyin. Vaxtı xərcləyirsən, əsəb olursan, günün pis olur. Yəni mənim özüm də orada. Arada bir rəy yazırdı. Onun təsirini düşürdüm ki, Allah, bu adam belə danışır. Görürsən, düzmü danışır. Sonra da fikirləşdim, qardaş, bu adam məni tanıyır ümumiyyətlə. Yox. Şöyle burada demək problem yoxdur. At bloka getsin. Mənim başıma bir dənə belə gülünc moment gəlmişdi. Mən podkastlardan birində adanı tərifləyirdim. Adanın nə qədər yaxşı olduğunu və mənim gözlərimin qat-qat daha yaxşı olduğunu. Bir nəfər tikinti şirkəti üçün olan orada da podkastları paylaşıram axı da. Orada kommentarda yazıb ki, bu nə danışır? Bu xaricdə gəlib, İngiltərədə gəlib oxusaydı, Amerikada oxusaydı xəbər olardı ki, boş-boş şeylər danışır. Adama qayıdıb deməyən gəlir ki, mən onsuz da gəlib orada oxuyuram da. Yəni mən təriflədiyimi gözləntimlə reallığın tamam başqa şey olduğundan irəli gəlir. Sən özün mənim əslində bir dənə sualıma avtomatik cavab vermiş oldun. Çünki mən şəxsi brendlə bağlı səndən soruşuram və sən tənqid hissəsinə o cavabı verdin. Amma mənə elə gəlir ki, bizə baxan çoxlu gənc var ki, onlar üçün şəxsi brendi bəlkə də yaratmaq istəyirlər və bu çox vacib mövzudur da. Bəli. Sən zəhmət olmasa onun vacibliyindən və onun sənin üçün verdiyi nəticələrdən qısa danışa bilərsən. Danışaram. Baxın, mənim indiyə kimi gəl elə Milsek örneğindən gələk. Zaur Qasımov bugün Invicta-nın, Carfine və hamısının açılmağında əslində Zaur Qasımov tanımaqdır. Ən önəmli məsələ. Zaurun Instagramını da aşağıda qoyacağam. Yəni mən təklif edirəm, izləyə bilərsiniz uşaqlar orada. Milseki də indiyə kimi tanıyan adamlar çox adam. Yəni hara getsən, Milsek deyirsə, deyirdi Zaur Qasımov. Milsekdən çox Zaur Qasımov tanıyırdılar. O da nəyə görədir? Mənim əvvəlcədən kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərməyim, orada yer gəldi kimlərsə öyrətməyim, seminarlarda, vebinarlarda dənşi şəkildə iştirak etməyim və s. Və bu da insanları Zaur Qasımov adını tanımağa sövq eləyirdi ki, bu çox yaxşı bir şeydir. Və bunu daha sonra sən istədiyin formada, çox yaxşı formada idarə edə bilirsən. Həm insanların sənə güvəni olur, həm insanlar səndən məsləhət almaq istəyirlər, səndən bir yola çıxmaq istəyirlər, səndən bir biznes qurmaq istəyirlər. Ona görə şəxsi brendinq və yaxşı şəkildə qurulmuş bir şəxsi brendinq sizə çox fayda verəcək. Çalışın ki, öz şəxsi brendinqinizə həmişə diqqət eləyin. Çünki günün sonunda uğurlu olan insanların hamısına baxsaz, arxasında bir marketinq durur. Öz marketinqini eləməyi. Bugün götür, ən uğurlu hesab elədiyin bir 10 nəfərə bax. Biznesə demirəm, 10 nəfərə bax. 10 nəfərə olan biznesini də bax. Onların biznesi uğurlu olubdurmu? Əgər onların biznesi uğurludursa, görəcəksən ki, arxasında duran elə ən başda səbəb adamın özüdür. Məsəl üçün ən belə deyək də, beynəlxalq örnəklərdən təqdim eləməyə çox vacibdir. Beynəlxalq örnəklərdən biri İmam Qadzi. Məsələn, İmam Qadzi də nədir? Özünün marketinq edən adamdır da və o da şirkətlər açır, nə bilim seminarlar, vebinarlar və orada çoxlu insanlar gəlir. Niyə görə? İmam Qadziyə güvəndiklərinə görə. İnanırlar. Bəli. Və yaxud da bir yoldaş vardı, Hermozi deyirsən, hə? Hə, Alex. Hə, Alex, ayso. Məsələn, o da adam hər şeyi şəxsi brendinq üzərində qoyub. O şirkəti reklam eləmir ki, özünü reklam edir, öz biliyini satır necəsə bir yolla və insanlar ona etibar edir. Ona görə şəxsi brendinqi düzgün formada qurmaq yaxşı bir şey. Mən də əvvəllər çox da sosial mediaya baxmırdım. Sən də paylaşmağa çəkinirdin əvvəl. Bəli, mən də paylaşmırdım düzü çox da. Uğurlar qazanırdım, nələr əldə edirdim, amma paylaşmırdım bunu. Gedim kimin nə marağına qalır, kim nə edir ki mənim həyatımı, mənim uğurlarım. Amma sonradan gördüm ki, yox da. Mən paylaşdıqca
İnsanlar da baxır, məndən məsləhət almaq istəyirlər. Deyirəm məsləhət verirəm insanlara, sonra təşəkkür verirlər mənə ki, bəs mən bu məsləhəti siz verdiniz, çox uğurlu oldum. 3 il əvvəl mən sizi tanımışam, bilmirəm, 4 il əvvəl mən sizi tanımışam, 4 ildir sizi Instagramda izləyirəm, məni motivasiya edir sizin tanışlığınız. Gördüm ki, heç nə olmasa belə insanları mənə isə motivasiya edir və insanlar bir hərəkət edir günün sonunda. Bundan ilhamlanır. Dedim, niyə görə buna çox eləməyim və başladım yavaş-yavaş şəxsi marketinq eləməyə. Düzdür, mənim Instagram kütləm və yaxud da digər şeyim çox deyil. Məsələn, mən LinkedIn-də biraz o vaxtlar fəaliyyət göstərdim aktiv. Ona görə məsələn LinkedIn-də 8000-dən çox izləyicim var. Amma məsələn LinkedIn bu dəqiqə istifadə eləmirəm demək olar ki. Yəni ancaq belə gedib ümumi günlük xəbərlərə baxıram. Instagrama biraz fokuslanmışam, gündəlik olan şeyləri orada paylaşıram və bir şeyin də fərqinə vardım. Mən bəzi videolar paylaşdım, insanlara müəyyən həm məsləhət vermək, həm də ki çətinliklə bağlı da. Gördüm ki, dəxilsiz insanlar yazır. Yəni belə deyim də, məsələn mən maşınla çəkirəm, indi mən gündəlik həyatım o qədərdir ki, mən oturub kimləsə belə video çəkib danışa bilmirəm də. Mən yolda gedəndə bir dənə Ray-Ban açıq almışam, taxıram, onunla danışıram ki, ən azından bunu atıram sonra CapCut-a, atdım getdi də. Yəni mənim çox da vaxtım olmur ona. Orada maşın düşür. Adamlar elə bilir ki, mən maşın reklam edirəm. Deyirəm ki, məsələn bir video var idi, paylaşmışdım ki, bəs mən günorta vaxtı məsəl üçün işə gedirəm də. Bu mənim üçün çox yaxşı bir şeydir. Əslində mənim bir uğurumdur ki, mən demək bu şəraiti özümə qura bilmişəm, amma bunun əslində arxasında çox böyük əziyyət dururdu da. Yəni biri yazır ki, sən məsəl üçün o maşını sürürsən, niyə ağlayırsan ki? Məsələn, mən bu adama nə deyim, qardaş? Sən mən demək nə dediyimi anlamamısan. Sən mənim maşınıma fokuslanmısan. Bir də adam nəsə pis bir şeydən danışır, fokuslanmışsan, sən mənə belə bir rəy versən. Ona görə belə rəyləri, mənasız rəyləri atmaq üçün dedim ki, gəl bir dənə community qurum. Və dünən axşam qərara gəldim bir dənə community qurum. Black Room deyə bir community. Hansı ki mən şəxsi təcrübələrimi ancaq orada paylaşdım. WhatsApp community-sidir. Paylaşdım ki, qardaş. Çünki bilirsiniz necə? Məsələn, dropshipping məsələsi oldu da bu yaxında. Çox məni belə deyim də, mənasız yolda məşğul edən bir məsələdir. Yəni insanlar mən əvvəldən dropshippinglə məşğul olmuşam. Və orada da pul qazanmışam. Amazon FBA eləmişəm. Mağazanı bir aya tutuzdurmuşam və oradan yaxşı pullar qazanmışam. Sonra bunu da bilən insanlar var. Mən webinar eləmişdim, orada paylaşmışdım. Və bir məsələ gündəm oldu. Hamı başladı dropshipping eləməyə. Dedilər ki, gəlin dropshipping eləyək. Və məndən də bunu açıram ki, bu işi kiberin başı buraxıb məndən bununla bağlı suallar soruşur hər kəs. Dedim ki, bununla bağlı bunu eləyə bilən insanlar var. Mənim ətrafımda da bir dəqiqə dostlarım var, onu eləyirlər. Və mən də yaxından izləyirdim deyənə, bilirəm ki, səndən elə soruşmağa başladılar deyə. Yəni məndən məsələn mən açıram sual, orada dropshipping soruşurlar, orada dropshipping soruşurlar. Dedim, qardaş, nə qədər soruşursan? Gəl bunu birdən 3 dənə video çəkeyim. Gedin probleminizi həll eləyin də. Mən dedim maşını götürmüşəm, gedirəm maşını aparacam, ustaya servis aparacam. Dedim, qoy elə yolda çəkim. Sonra maşını gördülər, gördülər, dropshipping-ə danışdım, gördülər, başladılar ki, belə. Gördüm ki, mənasız kütləyə çox gedib satır bu. Yəni mənim istədiyim və vermək istədiyim mesaj qalıb qıraqda, insanlar başqa şey başlayır. Tamam, başqa şey fikir verirlər. Bu da mənasız bir, yəni dəxilsiz bir söhbətlər gəldi. Hansı ki, mənim heç vaxt istəmədiyim və maraqlı olmayan söhbətləri. O 3 dənə videonu paylaşdım ki, kimsə xeyrini götürsün. Amma bilirəm ki, bu gün elə bir şeylər paylaşdım, yəni insanlar tanımayan insanlar mənasız rəy verəcəklər. Mənə lazımdır bu yox. Mənim günün sonunda istədiyim şey nədir? Kimlərsə dəstək olmaq. Всё. Black Room community-ni qurdum. Girsin insanlar ora, məni tanıyan insanlar və mənə güvənən insanlar. Mən gündəlik təcrübəmi, verdiyim qərarları, kiberlə bağlı məsləhətləri, Instagramda paylaşılan video detallarını paylaşacağam orada. Qoy məni bilən insanlar, mənə güvənən insanlar orada şərh versin mənə və orada bir community, güclü bir community quraq deyə bir şey yaratdım dünən və artıq elə bayaq mən podkastda başlamamış baxdım ki, 160 nəfər adam var orada. Mənə kifayətdir. Orada 160 nəfərlə mən söhbət eləyim. Mən məsləhət verəndə onlar da məsləhətlərimi alsınlar. Uğurlu bir yola çıxsınlar, mənə kifayət edir. Mənə lazımdır 10 min insan, 100 min insan videoya baxsın və dəxilsiz adamlar yazsın. Adamlar girir yazır ki, məsələn, sən də ekonom taksi işləyirsən. Mən də yazıram, bəli, mən də ekonom taksi işləyirəm sizin kimi. Yəni sən mən qoyduğum mesaj qıraqda qalıbsan, mən bu sualları verirsənsə, mən də ekonom taksi işləyirəm qardaşım. Yəni sən məni elə bil ki, mən taksi şoferiyəm. Deyirsən də taksi şofersən. Ki mən günorta gedirəm deyə. Qardaş, sən mən demək bu bilirsən nədir? Demək fərqli düşüncədə olan insanlar çoxdur da. Ya sosial mediada bunu gözləmək lazımdır. Və sən o insanları öz fikrinə heç bir halda şey eləməyəcəksən. Mən sadəcə gülüb keçirəm. Yəni gülüşü də atıram ora ki, qardaş, okey. Və ya da deyim çox fikir eləmə bundan bağlı. Çünki bilirəm ki, sosial mediada mən bunu açıq bayram, səhifəm açıqdır. Mən buna hazır olmalıyam. Mən bunu deyə bilməm, yox, heç kim məni tənqid eləməsin. Hamı məni tənqid edə bilər, hamı açıq rəyini bildirə bilər. Yəni mən bunu zaten açıq paylaşmışam. Burada mən qorxum olmamalıdır. Zaten qorxum varsa paylaşma. Amma mənim istədiyim şey də başqadır da. Mən o videolar məni istədiyim kütləni yığdırmır. Ona görə mən sadə üstdən şeylər paylaşacağam, detallarını atacağam community-yə. Orada qoy insanlarla danışaq.
ödənişsiz şəkildə. Yəni dediyim kimi, mənim əsas məqsədim fayda vermək. Orada ödənişsiz detallarını paylaşıram, insanlar girir, faydalanır. Günün sonunda təşəkkürünü bildirirlər. Mən xoşbəxtəm, onlar xoşbəxtlər. Ortada bir mənfi bir rəy yoxdur ki, yox. Ortada mənasız insanlar yoxdur ki, yox. Bu məni xoşbəxt edir və salam. Mən istədiyimə nail oldum. Məsələ budur. Azərbaycanda hal-hazırda və mənə elə gəlir ki, sənin də ambisiyaları nəzərə alaraq ən vacib məqamlardan biri B2B satışdır və cəmi 10 milyon əhali olduğumuza görə yəqin ki, çox çətin bir məqamdır. Sən bu günə qədər təcrübəndə hansı çətinliklərlə qarşılaşmısan sırf B2B-də və məsələn uğur əldə etmək üçün hansı texnikalar səndə işləyib? Bax belə deyim də, mənim üçün əslində bəzi insanlar var ki, onlara B2B çox çətin gəlir, bəzi insanlar var ki, onlara B2C çox çətin gəlir. Məsəl üçün mənə rahat gəlir əslində B2C ilə işləmək. Nəinki B2B ilə işləmək. Amma elə insanlar var ki, onlar deyə bilərsə ki, o B2C ilə işləmək çox çətin bir şeydir. B2B ən rahatdır. Əlim ayağım neçə müqavilələr bağladım. Şirkətdir, pulunu verir və sənin xidmətini alır. Amma mənim üçün bu dəqiqə hələ ki B2B ilə işləmək daha çətindir. Nəyə görə? Çünki sahə elə bir sahədir ki, kritik sahədir. Kiber təhlükəsizlik sahəsi. Və məsəl üçün mən hal-hazırda işlədiyim və B2B-yə xidmət verən bir məhsul elə bir məhsuldur ki, o insanların kiber təhlükəsizliyinə təsir edir. İçində süni intellekt də var. Və ona görə də bu məhsulu gedib hər hansısa bir böyük bir holdinqə, böyük bir şirkətə, böyük bir quruma satmaq çox çətin məsələdir. Çünki orada veriləcək qərarlar da fərqlidir. Yəni sən çox fərqli insanlarla danışdın, təqdimatlar edirsən dəfələrlə. Yəni biraz məsəl üçün çətindir. Məsələ çətin. İnsanları inandırmaq da çətindir. Və biraz da Azərbaycan əslində deyirik, Azərbaycanda kiber məhsullar olsun, yenilikçi məhsullar olsun, amma olsun olmağına. Prosta ona dəstək verə bilən adamlar yoxdur. Ona investisiya yatıra biləcək adamlar yoxdur deyə. Həm B2B məhsulu işləmək, develop eləmək, həm ona investisiya ayırmaq, həm o ilk satışına kimi onu ayaqda tutmaq çox çətin məsələdir. Məsəl üçün, bax, Detect nümunəsindən danışaq. Detect'i biz başlamışıq 2024-cü ilin axırı. Mən yadıma gəlir, mənim şərikimlə ilk görüşüm dekabrın 31 günü oldu. Yəni təsəvvür hamının əyləndiyi gün, o yeni ildir də. Yəni bu gün bayramdır. Bu gün istirahət eləməyək dediyi gün mən o adamla danışdım, getdim Port Bakudaydı. Getdim onunla görüşdüm, başqa bir layihə ilə bağlı. Ona o təklif verdim, çox xoşuna gəldi, ki, eləyək bunu. O adamı hardan tapmışdım mən? Millisekdə. Ona görə yenə də səni tanımaq, yenə də səni o adam necə gəldi mənə, çıxdı məni tanıyırdı. Məni tanıtmışdılar ona ki, bax belə bir adam var. Əvvəllər o adam fikir var idi ki, kiber şirkəti qursun. Gəldi biraz danışdıq bazar reallığından və s. Sonra bizim o müəyyən işlər oldu ki, yarımçıq qaldı. Və mən bir gün də bu ağlıma gəldi ki, mən investor tapmalıyam. Bax belə olanda da networking və tanıdığın insana çox yaxşı bir fürsət verirsən. Ona görə mən həmişə adamlara deyirəm ki, networkingə önəm verin. Bax getdim o adamı tapdım. O adamla danışdıq ki, bu əslində B2C idi əvvəlcə, başqa bir layihə idi B2C. Amma gördük ki, yox, bunu eləyə biləcək başqa bir güclü bir yer var. Hansı ki, biz onlarla istər-istəməz rəqabət apara bilməyəcəyik. Çünki biz başqa adamlarıq, onlar başqa yerdir, belə deyək. Segment tamam başqa segment. Segment demək onların arxasında olan güc daha böyük idi. Bir növ belə deyək də. Biz onların rəqabət apara bilməzdik. Bir növ o şey onların əlindən keçirdi və onlar da onu eləyirsə, biz də onlardan möhtacıq əslində. Onlara rəqib kimi bir şey çıxartmaq doğru olmazdı deyə onu saxladıq və keçdi Detect-ə. Bəli, və Detect-ə keçdi. Büdcə tərəfini onlar verdilər, texnik tərəfi mən həll elədim və biz artıq 2 ilə yaxındır ki, Detect-i develop edirik və hələ onu satanmamışıq. Dəfələrlə görüşlər olub. Yəni ağlınıza gələ bilər istənilən quruma, bayaq da dedim də, istənilən generalla, istənilən şirkət rəhbərinə, CEO-na biz gəlib görüşmüşük. Bunun təqdimatını da eləmişik. Adamlar baxır, bəyənirlər, amma sonrakı məsələ yoxdur. Yenə də danışmalısan, yenə görüşlər, yenə şeylər, korporativ əlaqələr qurmalısan, onu eləməlisən. Bəzi başqa şeylər var ki, bunlar həyata keçməlidir. Yəni ona görə bax bunu eləyib günün sonunda satış etmək, xüsusən də bu məhsulu satış etmək biraz çətin məsələdir B2B-də. Ona görə bizim üçün çətindir. Amma mən bilirəm ki, mənim üçün o B2B satış etmək çox əhəmilidir. Ən azından qarşıma qoydum növbəti hədəf üçün mənim üçün əhəmilidir. Çünki mən həmişə istəmişəm ki, biz B2B xidmətləri verək kimlərəsə. B2C okey elədik, müəyyən qədər uğurlu olmuşuq, daha da uğurlu olmaq istəyirəm B2C-də. Yəni mənim məqsədim odur ki, Milseki belə deyək də, Azərbaycan hər yerinə yayım. Yəni məsələn, kənddə olan bu dəqiqədən Milsek bilmir nədirsə. Bakıda olanlar, kiberlə maraqlanan adamlar bilir. Amma istəyirəm odur ki, artıq marketinqə elə bir büdcələr xərcləyək ki, elə bir strategiya quraq ki, sabah rayonda Oğuzun özündə belə, məsəl üçün desinlər ki, Milsek var Bakıda, kiber öyrənmək istəyən ora getməlidir. Düz deyim, bu şükür Allah, Oğuzdan da tələbələr gəlir mənim yanıma. Məni bilirlər, tanıyırlar, addan ada eşidirlər. Məsəl üçün kiberin sayəsində mənə belə deyim də, gedib bəlkə görüş ala bilməyəcəyim insanlar zəng edir özlərimə ki, məsələn, oğlum var, filan kəs var, gəlsin yanında təhsil alsınlar, ona öyrət, yol göstər. Bu mənim üçün çox xoşdur. Mənim üçün qürur vericidir ki, demək bu insanlar mənə inanır. Və yəni dediyim kimi bax, onu eləmişəm. Okeydir. Mənim üçün müəyyən qədər uğurludan B2B-də uğurlu olmaq istəyirəm və bunun üçün də dediyim kimi, bunun ən rahat yolu Detect-dir.
Mənim üçün ən rahat yol detektiv, amma həm də ən çətin yol detektiv. Çünki birbaşa kiber təhlükəsizlik, yəni təhlükəsizlik məsələsidir bu və məlumat datası var, işçi datası var bunun içində. Yəni bu məsələlər var deyə mənim üçün B2B-ni biraz hərəkət elətdirmək hələ ki çətindir. Çətin necə? Xarici cəhd eləmisiniz yoxsa sırf Azərbaycan xarici strategiyamızı elə qurmuşuq ki, məhsul Azərbaycanda sataq, xarici satışla çıxaq. Yəni əlimizin nəticə ilə çıxaq. Məsəl üçün o məhsulun detektə oxşar, detektin az funksiyalı olan məhsulların networkingi çox güclü olduğuna görə və arxasında da güclü adamlar olduğuna görə satanlar var. Yana qoy, detektə sən verərsənsə, əgər 10 üzərindən 9, ona verərsən 10 üzərindən 4. Amma o satılır. Məsələ bilirsən, burada artıq belə bir şey çıxır da, şəxsi əlaqələr. Şəxsi əlaqələr B2B-də satışa çox təsir edir və biz də şəxsi əlaqələri qurmağa çalışırıq, onu yaratmağa çalışırıq, görüşlərdə özümüzü tanıtmağa çalışırıq ki, bilsinlər ki, bizə inansınlar. Yəni dediyim kimi artıq şartı var. Biz o şartını alova çevirmək istəyirik. Biz onu satanda artıq mən də rahat olacağam, şəriklərim də rahat olacaq ki, ay nə gözəl biz bunu satdıq. Hər dəfə özümüzə deyirik ki, bir dənə detektiv satsaydıq, gedərdik 5 gün falan yer istirahətə, 5 gün falan yer istirahətə. Özümüz də bilirik ki, olmayacaq heç vaxt. Amma ən azından özümüzə təsəlli veririk ki, narahat olmayın, detektiv satıb eləyəcək. Yəni məsələ odur. Ona uğurlu olsam, əla olacaq. Detektiv üçün komandamız var, işləyir hamı. Bu gün marketinqinə də, detektiv developmentinə də, detektivin ayaq durmalı biz pul xərcləyirik. O pulu bizə qaytaran var mı, yoxdur. Biz yəni də işçiləri ona əziyyət çəkənlərin maaşına, əmək haqqını verməliyik. Amma yəni də bunu niyə görə edirik? Çünki hamımız detektivin uğurlu olacağına inanırıq. B2B-dən yəni əsas məsələ odur. Yəni sən B2B məhsul çıxardırsansa, onun həqiqətən bir bazar problemini həll etməlidir. Detektiv bazar problemi üzərinə və bizə gələn təkliflər üzərinə yaranmış bir məhsuldur. Özümüzdən deməmişik ki, gəl belə bir şey yaradaq. Tələbata uyğun. Gəl indi bunu tələbata çevirək. Yox, tələbat var idi və bunu xarici həllərinə edirlər. Niyə Azərbaycanın yaxşı həlli olmasın? Hansı ki, xaricilərə rəqib olan. Bu gün əvvəl bizi yerli həllərlə müqayisə edirlər. Mən görürəm indi. İndi beynəlxalq və bazarda oturmuş çox belə yaxşı olan bir həll var. Detektiv onunla müqayisə edirlər. Ki onda bu var, sizdə də bu olsa həll olardı. O şey Azərbaycanlılar qatıblar qırağa. Demək burada bir dənə problem qaldı, satış eləmək. Biz satışa referans götürə bilsək, ondan sonra artıq o corabın söküyü kimidir, yəni. Açıla-açıla gedəcək, sökülə gedəcək və hamı başlanğıcı alacaq, bəli. Əsas o başlanğıcı bir dənə qoymaqdır. Biz onu inanırıq ki, qoyacağıq. İndi görək də çalışırıq ki, inşallah olsun. İnşallah. 2 dənə daha çox belə filosofik sual verib onunla tamamlayacağam. Birincisi, hamıya bu sual verirəm. Depressiyaya inanırsan? Mən əslində depressiyaya inanmıram, yox. Mən çox işləməyin və mental çöküşün insanlara gətirdiyi yorğunluğu və ruh düşkünlüyünə inanıram. Depressiyaya inanmıram. Yəni bəli, mənim də özümə depressiv deyirikdə hiss elədiyim vaxtlar olubdu. Amma onların məni hiss elətdirməyin tək səbəbi var idi. Mən çox fiziki olaraq həm yorğun, həm mental olaraq çox yorğun olduğuma görə müəyyən işlərə həvəsim qalmır. Və özümə istirahət vermək məcburiyyətində qalıram bəzi yerlərdə. Bir gün də olsa istirahət. Və insanlar bunu depressiya adlandırır və bunun üçün də yerlə başlayırlar bunu artırmağa. Ki, mən depressiyaya düşməyim, nə etməliyəm? Depressiv mahnılara qulaq asım. Depressiv filmlərə baxım, nə etməliyəm? Yəni problem olur. Elə bir ki, bir bura qaşınır, bunu qaşıyırlar ki, qanasın bu, axsın, o yara olsun. Mən ona çalışmıram. Mən özümü pis hiss edirəmsə, mən bu vəziyyətə necə çıxa bilərəm? Mən ona fokuslanıram. Yəni indi buna depressiya desəyə gəlir. Mən depressiyaya düşmüşəmsə, necə deyim ki, buna düşməyim? Daha irəli getməsin bu və mənim işimə təsir eləməsin. Çünki mən bilirəm ki, mən depressiyaya düşsəm, günüm pis olacaq, işim pis olacaq, işçilərlə pis davranacağam, etinasız yanaşacağam. İstəmirəm axı bunu. Ona görə də başlayıram nə etməyə? Bir gedim istirahət edeyim. Bu gün iş görməyim. Bu gün biraz yatım. Bu gün gedim biraz nə bilim, oturum dostlarla söhbət edeyim. Bir nəfəs alım. Hə, bir nəfəs alım, ay sağ ol. 2 günlük rayona gedim. Harasa gedim. Bu ortamdan çıxım ki, mental sağlığım yerinə gəlsin. Səndə də elə olur ki, adam məsələn bir gün periv verəndən sonra belə iş üçün darıxırsan. Hə. Mən onu keçən dəfə də demişdim də. Yəni mən məsələn elə mən ürəyim. Bir gün boş oturam, mən boş oturamam. Mən xəstə olmaqdan zəhləm gedir məsəl üçün. Niyə görə? Çünki xəstə olanda iş görə bilmirəm. Ürəyim darıxır. Məsələn mən xəstə olum, yatım. Yataq xəstəsi olum. Yəni belə deyim, yataq Allah uzaq eləsin. Yəni elə olsun ki, mən qrip olum, məsələn, yataqdan çıxamayım da. Halım olmasın. Evdə ilişib qalasın. Ha, evdə ilişib qalasın. Ürəyim partlayır mənim. Instagrama girirəm, vaxt keçsin, YouTube-a baxırsan. Amma nə qədər 2 saatdan sonra zəhləm gelir telefonum. Beyin qaynayır da. Dur bir dənə get hərəkət elə, bir nəsə elə, bir pul qazanmağa çalış, bir nəsə biznes fikri ortada şeylər. Dəxilsiz fikirlər olsun, amma nəsə olsun da beynin işləsin, sən dayanma. Və elə şeylərdir məndə. Yəni mən bunu təbiətimə hopdurmuşam. Yəni mən xarakterimdir bu. Yəni mən bu məcburiyyətdən eləmirəm. Mən xarakterimə oturub. Yəni mən iş kolik olmuşam. Mən işkolik olmuşam. Yəni mənim üçün iş çoxdur.
Mənim üçün hər şeydir demək olar. Mən əgər ki bu yaşda onsuz da, yəni ki sənin 24 yaş var, mənim 21 yaşım var. Bu yaşda yəni ən azından oğlan xilavı üçün başqa cür olmamalıdır da onsuz da. Yəni Bizə görə hə. Ya, amma başqa insanların fikirləri dəyişir. Məsəl üçün mənə də deyən var ki, qardaş, get həyatı yaşa da, sən cavan oğlansan, get bir həyatı yaşa, bir əylən, bir də cavan yaşın olmayacaq. Düzdür, bunun da öz yeri var. Ona görə məsələn iş həyat balansını saxlamaq lazımdır. Mənim hədəfim odur ki, 3-5 ildə mən həyatımı elə səviyyəyə gətirim, çatdırım ki, artıq ancaq düzdür, bu gün də menecment rolundayım, idarə etmə rolundayım, amma yenə texniki iş görürəm. Yenə başqa şeylərlə məşğulam. Amma tam menecment rolunda olum. Hətta elə deyim ki, mən sadəcə biznesmen rolundayım. Menecment də başqa adam arasın. Mən ondan sonra istirahət edim. Ailəmi yanıma götürüm, övladlarımı yanıma götürüm. Daha çox Anamı vizyoner yanıma olmaq götürüm. istəyirsən. Hə. Çıxım gedim istirahət eləyim, nə bilim, ölkələrə gəzim. Ya buna mənim vaxtım çox qalsın və buna mənim maddi azadlığım çatsın. Mən bu gündən eləyə bilərəmmi? Eləyə bilərəm, bəli. Amma sabah 1 2 il, 3 il bəlkə bunu elədim, amma sonra mənim üçün çətinlik yaradacaqsa, mən gəl bunu biraz ertələyim, onu həyatımı qarantiyə alım, həyatımı yaxşılaşdırım. Ondan sonra daha da yaxşılaşdırmağa çalışım. Bu gün olsa cavanam, taqətim var, belim ağrımır ki, duranda yox. Əsəb xəstəsi deyiləm ki, yox. Allah uzaq, şəkər xəstəsi deyiləm ki, yox. Əlim ayağım tutur da, bəli, niyə şikayətlənəm ki? Maksimum işləyim, qardaş. Mən bu gün səhər saat 9-dan, gecə saat 3-ə 4-ə kimi işləyə bilərəmmi? Bəli. Bunun üçün taqətim var mı? Bəli. Yoxsuz qala bilirəm? Bəli. 30-35 yaşında bəlkə bu olmayacaq. Mənim istirahətim mütləq şəkildə ehtiyacım olacaq. Mənim üçün bir tələbat olacaq. Bunda mən o problemi yaşayacağamsa, gəl yaşamadığım müddətdə bunu eləyim. İnsanlara da onu məsləhət görürəm. Sadəcə yenə dediyim kimi fikirlər dəyişir. Elə adamlar var ki, deyir ki, yox da, nəyimə lazım? Cavanlıq belə gəlməyəcək. Qoy cavanlığım mənim əylənim, klublar, bu istirahət, dünyanı gəzmək, ondan sonra fikirləşərəm. Amma qacalanda da o artıq səndə o güc olmur axı. Sən o standart həyat yaşamağa başlayırsan. Sabah deyirsən ki, pensiyaya çatım, hə, belə olsun. Biraz özümü maddi azadlığımı bəlkə o verər mənə. Amma mən o standart həyat istəmirəm də. Mən fərqli həyat istəyirəm. Yaxşı həyat istəyirəm özüm üçün. Çox sağ ol ki, gəldin bu günlərim. Qurtarmamışdan qabaq səndən xahiş eləyəcəm ki, məsələn bizə yəqin ki, baxan 16, 17, 18 yaşında çoxlu canlı olacaq. Bəli. Onların hamısına verə biləcəyim bir dənə dərs və məsləhət varsa, nə verərdin? Mən belə deyim də, mən əgər 15-16 yaşım olsaydı və özümə versəydim, bu məsləhəti verərdim ki, mütləq şəkildə öz qərarları vaxtında qəbul eləməyi öyrən. O qərarların sənə verdiyi çətinlikləri və yaxud da sənə verdiyi uğurların fərqində ol. Çətinliklərdən həmişə dərs çıxart. Çünki bu sənə həmişə təsir edəcək, bu sənin inkişafına da təsir edəcək, sənin yerində qalmamağa və sənin də daim ən yaxşısı olmağa təsir edəcək. İkinci bir məsələdə biraz da həm özünüzə inanın, həm də şəxsi marketinqinizə də önəm verin. Çünki şəxsi marketinqiniz yaxşı olsa, ətrafınızda sizə inanan insanlar, sizi doğru insan bilən adamlar çox olsa, istər öz biznesinizi qursaydınız, istər hər hansı bir yerdə bir biznesdə bir qatqınız olsa belə, çox insan sizə inanacaq və sizi həmişə uğurlu hesab edəcəklər. Sizin arxanızca getmək istəyəcəklər. Yəni bunu eləsəniz, maddi azadlığınız da olacaq, belə deyək, mənəvi də rahat olacaqsınız, ruhunuz da azad olacaq. Hər hansı bir yerə bağlı olmayaraq da bu prosesləri həyata keçirə biləcəksiniz və artıq özünüzü kiməsə oxşatmağa çalışmayacaqsınız. Bugünkü insanların çoxsunun belə deyək, elədiyi problem odur. Özlərini blogerlərə, özlərini youtuberlərə, özlərini hər hansı film obrazlarına oxşatmağa çalışırlar. Amma həqiqətən də özünüzü oxşatsanız, özünüzlə yarışsanız və özünüzlə rəqabətə girsəz, ən doğrusu və ən sağlam düşüncədə olan insan elə siz özünüz olacaqsınız. Zaro, çox sağ ol ki, gəldin. Xoş oldu mənim üçün. Ümid edirəm ki, bu podkast hamı üçün nəsə bir dərs, bir tövsiyə, bir maraq halına çevrilər. Çox sağ olun. Sən də çox sağ ol. Xoş oldu. İnşallah ki, sənin də layihələrin uğurlu olsun. Çox sağ ol. İnşallah ki, bu özdə insanlara, gənclərə çox böyük belə deyək də, həm motivasiya qatır, həm də məncə xeyir qatır. Yəni bunu oturub 1 saat yarım izləyən bir adam, demək öz gələcəyi üçün narahat olan və düzgün məsləhət almaq istəyən adamlardır ki, inşallah ki, buradan da biz düzgün məsləhət verə bildik. Yəni dediyim kimi, mənim üçün səndən danışmaq da, tanış olmaq da xoşdur. İnşallah ki, davamlı olsun. Sağ olun. Sağ ol.